Bir daha hər birinizi salamlayıram. Xoş gəlmisiniz bizim bugünkü görüşümüzə. Öncəliklə istərdim görüntünü və bir də səsi yoxlayaq. Hər şey yolundadırmı? Görüntü bulanıq deyil. Mən burada kameranı yandırmışam. Düşünürəm ki, e, normaldır. Əgər hər şey qaydasındadırsa, zəhmət olmasa bir plus yazın. Tanış adlar görürəm. Burada Rəhmə xanımı da salamlayıram. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Şəfa xanım qaydasındadır yazır. Lap yaxşı, əla. Hələlik auditoriyamız yavaş-yavaş yığışır. Ona görə mən öncəliklə özümü təqdim edim. Bəlkə də bugün mənim bu təlimdə iştirak edən birinci dəfə e, iştirakçılar məni tanımasınlar. Mənim adım Samirə Rəhimova, klinik psixoloq, sistemli ailə terapiyası üzrə mütəxəssis təlimçiyəm. Və bugünkü bizim görüşümüzün əsas mövzusu da təşviş və həyəcan problemidir. Hansı ki, bugün cəmiyyətimizdə çox aktual və ən çox danışılan, ən çox üzləşilən bir problemdir. Bəzi insanlar bu problemlə illərlə yaşayırlar. Heç onlara bəlkə də problemin həqiqətən də çıxış yolu var kimi düşüncələr yaranmayıb. Bəlkə də onlar düşünürlər ki, bu normaldır və çalışırlar uyğunlaşsınlar, adaptasiya olsunlar ki, bu əziyyəti çəkə-çəkə mübarizə apara-apara həyatlarını yaşasınlar. Amma aydın məsələdir ki, hər bir hiss nə qədər normal olsa da, əgər bizim həyatımıza bir çətinlik yaradırsa, həyatdakı məhsuldarlığımızı, iş fəaliyyətimizi, münasibətlərimizi pozursa, bu destruktiv hissdən qurtulmaq lazımdır və bunun da yolları var. Ona görə mən bugünkü görüşümüzdə yanlış və doğru üsullardan danışacağım sizə və eyni zamanda, bax, bugünkü bizim təlimimizdə açıq sizə deyəcəm, heç bir konkret olaraq sizə nəsə bir təqdimat edim, bir slaytlar üzərindən çıxış edim kimi belə bir düşüncəm yoxdur. Çünki istəmirəm ki, bunu bir tədris xarakterli təlim kimi qarşılayasınız. Bilirəm ki, bu problemdən əziyyət çəkən insanlar onsuz da o qədər bəlkə də mütaliə ediblər, araşdırıblar, görüşlərdə olublar, bəlkə də psixoloqlara da müraciət ediblər, həkimlərə, tibbi müayinədən keçiblər. Bir çox hallarda bu mövzu sizə tanışdır. Ona görə ümumi danışıqdan mən istərdim daha çox terapevtik təsir göstərsin. Sizi indi bax bu saat, indiki vəziyyətdə köklənmiş fikirlərə aydınlıq gətirmək üçün bir uyğun bir şərait yaradım. Belə məqsədim mənə elə gəlir ki, sizin üçün də münasib olar. Necə düşünürsünüz? Birincisi, qeyd edim ki, hələ ki səsləri mən bağlamışam, yəni səsdir, görüntüdür, yəni daxil olan insanlar digərlərini narahat etməsin deyənə hələlik bağlıdır. Amma düşünməyin ki, belə də olacaq. Bizim sual-cavab mərhələmiz olacaq. Mən açacağım mikrofonları da rahat öz fikrinizi söyləyəcəksiniz. Sizi hal-hazırda narahat edən problemi səsləndirə bilərsiniz. Lakin hələlik mikrofonlar bağlıdır. Nəsə fikriniz, sualınız olarsa, bax burada şərh bölümündə yaza bilərsiniz. Belə, texniki tərəfdən başqa nə deyəcəkdim sizə? Çalışın bir rahat şərait yaradın. İndi hal-hazırda yəqin ki, kimsə evdən qatılıbsa, kimsə işdən qatılıbsa fərq etmir. Rahat bir şərait özünüz üçün ayırın ki, hal-hazırda bütün fikriniz, bax, mənim dediyim məhz düşüncə mexanizmini nə cür dəyişmək lazım olacaq, bu istiqamətə hansı hərəkətləri etmək lazımdır, kognitiv davranış terapiyasının bu problemdə rolu nədir, bu istiqamət üzrə heç nə diqqətinizi yayındırmasın. Yaxşımı? Terapevtik baxımından birincisi öyrənək. Bax, artıq görürəm yavaş-yavaş auditoriyamız yığılır. Hətta hal-hazırda dediyim kimi, mən sosial şəbəkədə də canlı yayım açmışam. Burada da artıq kifayət qədər auditoriya var. İstərdim bilim, hal-hazırda, bax, indi məni izləyərkən bir gərginlik, bir həyəcan hiss edirsinizmi? Əgər hiss edirsinizsə, bir plus yazın. Yəni bu nə deməkdir? Yəni hal-hazırda daxilinizdə daşıdığınız hissə bağlıdır. Gərginlik elə bir ki, sanki tam rahat ola bilmirəm, tam rahat nəfəs ala bilmirəm, fikrimi bir yerə toplaya bilmirəm. Yəni nə qədər də olsa əziyyət çəkirəm. Bax, belə bir hal-hazırda varmı sizdə? Mənə zəhmət olmasa burada kommentdə bir plus yazın. Rəhmə xanım yazır ki, relaksdır, bu çox gözəl. Bəlkə indi hal-hazırda artıq sizin diqqətinizin istiqamətində belə bir əhval müşahidə olunursa, bu yaxşı bir göstəricidir. Bu sizə bir plusdur. Digər bir iştirakçılar varmı indi hal-hazırda
Hər şey yaxşıdır, çox sağ olun. Təşəkkür edirəm. Plus yazanlar gördüm burada var. Bunu nə üçün soruşuram deyəcəm. Çünki bir var, baxın, təşviş ümumiyyətlə özü özlüyündə nə deməkdir? Təşviş o deməkdir ki, bu bizim psixikamızın bir kimyəvi bir prosesdir də, bir halıdır. Ümumi normal bir halıdır. Yəni biz ola bilər ki, nədənsə həyəcanlanaq və bu normaldır. Əgər qarşıda hansısa bir plan varsa, əgər ola bilər ki, önəmli bir məsələdir, iş mühitində və yaxud ki, şəxsi münasibətlərdə bəlkə nədənsə narahatsınızsa, hələ sabah müəyyən bir vəziyyətlə üzləşəcəksiniz, o sizi çox belə deyim də, gərgin bir vəziyyətdə saxlayırsa, həyəcan keçirə bilərsiniz. Bəlkə önəmli bir görüşdə sizin həyat, belə deyək də, gedişatınızda çox ciddi bir nələrsə dəyişikliklər olacaq. Bəlkə belə bir vəziyyətdir. Və yaxud da ki, özünüzlə bağlı, bəlkə sağlamlığınızla bağlı narahat edici bir fikirlər varsa, bu vəziyyətlə əlaqəli sizin daşıdığınız təşviş hissidir. Ümumilikdə həyəcan hissi əslində ola bilər ki, bizi təhlükədən də qorulsun. Düzdürmü? Nəsə qarşıda bir vəziyyət var, təhlükəli bir durum var və bizim psixikamız bizə bir siqnal verir ki, ayıl, təhlükə məqamıdır, yetiş. İnsan qorxanda nə olur? Vur, qaç, ya da ki, donub bir vəziyyətdə olur. Yəni, bu vəziyyət bizim psixikamızın bizə verdiyi bir siqnaldır. Lakin, adaptiv durumdan başqa, çox vaxt elə olur ki, insanlar xroniki olaraq heç nə olmamış bir vəziyyətdə belə daimi daxili bir gərginlik hiss edirlər. Bax, mən sadə, belə deyim də, sözlərlə çalışacağım sizə bu durumu, belə deyək də, psixoterapevtik formada təhlil edim ki, sizə aydın olsun ki, özünüz ayırasınız. Bu normaldırmı, yoxsa yox? Generalizə olunmuş təşviş pozuntusu. Xəstəliklərin beynəlxalq təsnifatında xüsusi bir yer ayrılmış, yəni kodla qeyd olunmuş bir problemdir. Yəni bu pozuntunu bir çox insanlar ola bilər ki, özündə bu əlamətləri hiss etsə belə dəqiq diaqnozunu anlamasınlar. Düşünsünlər ki, mən sadəcə olaraq başqalarına görə narahat oluram, həyatımıza görə narahat oluram. Mən çox vaxt məhz bütün ətrafımda baş verənlərə görə məsuliyyət daşıyıram, bir fədakar insandır da, çox vaxt çalışır ki, hər şeyi idarə etsin. Amma nəzərə alsaq ki, bu daxilimizdəki bu həyəcan hissi, deməli, sanki bilirsiniz necə yerini dəyişir tez-tez. Bu vəziyyət bitir, sabah bir başqa vəziyyət başlayacaq. Bugünkü misal üçün də narahat edici bir problemimi sonlandırdım, sabah bir başqa problem yaşayacağıq və sadəcə sanki bizim özümüzün düşüncəmiz hər dəfə negativ bir tərəfdən bütün yaranmış vəziyyətin ehtimallarını yaşayır. Misal üçün də bir telefona zəng edirsən, doğma bir insanla, onun telefonuna zəng atmır, artıq siqnal təşviş yarandı. Nəsə baş verəcək, nəsə olub, niyə telefonla zəng atmadı, nə oldu? Keçən dəfə hətta mən sizə deyim açıq belə, əyani şəkildə qarşımda bir xanım o qədər təşviş keçirtdi ki, deməli, yoldaşının oğlu bir yerdə işləyir, yoldaşına zəng gelir, görür yoldaşı əsəbidir, stres keçirdir də, belə qorxur nədənsə, əsəbidir, hətta dedi ki, mənim vaxtım yoxdur, mənə zəng eləmək, mən başım qarışıqdır, çox deyir, necə bir əhvalı çox pisdir, narahat oldum, görürsən niyyədir belə, oğluna zəng elədi, oğlunun telefonu sönüb, vəssalam. Xanım o qədər, belə deyim, senarilər beynində qurdu ki, bir dəqiqənin içində oğlunu tutublar, nəsə baş verib, orada onlar bir problem yaşayıblar, nələr baş verib. Halbuki ola bilər ki, oğlunun telefonu, belə deyək də, enerjisi sönsün, misal üçün, hardasa olsun, tutmasın, bəlkə liftdədir, bəlkə ümumiyyətlə hardasa dənizdədir, istirahət edir, bilmək olmaz, amma yoldaşın da işi ilə əlaqəli ola bilər ki, indi vaxtından əvvəl zəng eləyib, heç yerində zəng eləməyib də, o da narahat olub. Amma xanımın düşüncəsində artıq negativ senari xətti canlandı. Və bu nəyə işarə edir? Bu o deməkdir ki, bizim düşüncə tərzimiz özü özlüyündə bu təşvişi yaradır. Baxın, bu təşvişin indi əlamətlərinə keçək. Hansılar ki, o simptom olaraq sizi qorxudur. Misal üçün də ola bilər ki, kimdəsə ürək döyüntüsü olur, göz qaralır, ürəyi bulanır, özünə yer tapmır, əllər soyuyur, olubmu? Əsasən də təşviş həyəcan fonunda yaranmış panik durumlarda, qəfil sizi yaxalayan bu hallarda insanlar daha çox narahat olurlar, əziyyət çəkirlər. Çünki bu hal, belə deyim də, beyin tərəfindən izah olunur ki, mənimlə nə baş verir?
Çünki hər hansısa bir, xüsusən də baxın, spesifik fobiyalar olur. Nədənsə qorxuruq. Liftdən qorxa bilərik. Kimsə, misal üçün, klaustrofobiyası var, kimsə hündürlükdən qorxur, kimsə, misal üçün, təyyarəyə minməkdən qorxur. Bu konkret olaraq bir obyektdir. Mən bundan qorxuram və bu qorxu mənim içimdə həyəcan, təşviş yaradırsa, mən bunu izah edə bilirəm və çalışıram bu mühitdən qaçım, yayınım, müdafiə edim özümü. Amma panik atak durumunda qəfil yaxalanan bu vəziyyəti siz izah edə bilmirsiniz ki, mənimlə nə baş verir axı? Niyə birdən-birə mən ürək döyüntüm baş verdi? Deməli, mənim vəziyyətim xarabdır. Deməli, mənim durumum ağırdır. Mənə nəsə baş verəcək. Bax, təşviş, həyəcan fonunda, hardakı artıq bir pozuntu olaraq biz qeyd ediriksə bunu, insan bu əlamətlərinə görə ikinci dərəcəli həyəcan keçirdir və çox vaxtda həkim müayinəsinə tez-tez gedəcək. Hətta bir dəfə də deyil, bir neçə dəfədə. Özündə hiss elədiyi istənilən simptomu yozacaq neqativ tərəfdən bir xəstəliyə doğru, belə deyim, araşdıracaq. Google-da, müxtəlif, misal üçün, sosial şəbəkələrdə bu saat o qədər məlumatlar var ki, ChatGPT-ə sual verəcək, o sənə cavab verəcək, oxuyub mütaliə edəcəksə özünüzdə artıq bütün yaranmış simptomları kompleks olaraq içinizdə yaşadacaqsınız və deyəcəksiniz ki, vəssalam, mənim axırım çatıb, mən gedim bir də həkimə və bunu artıq, belə deyim də, ipoxondriya kimi qeyd etmək olar. Və bu insanlar, hətta həkim ona desə ki, səndə hər şey yaxşıdır, narahat olma. Heç nəyin yoxdur. Kardioloqa müraciət edəcək. Ümumiyyətlə, tibbi müayinə lazımdır təbii ki. Amma əgər biz başa düşürüksə, tibbi müayinədə heç bir, belə deyim, problem yoxdursa, amma bu insanda bu əhval dəyişmir. Həmin o simptomlar yenidən qayıdır. Burada yazırlar ki, səs getdi. Ola bilər ki, sizin internetinizdəndir problem. Bir dəqiqə, üzr istəyirəm, mən bəlkə başqa bir internetdə buradan, yox, düzgün qoşulmuşam. Deməli, yəni bu simptomlar yenidən qayıdır. Niyə görə? Çünki əslində problem səhhətlə əlaqəli deyil. Və bu ölüm qorxusu yaranır insanda, bir düşünür, insanın düşüncəsini tam olaraq alır da, insan gecə də yata bilmir ki, mənə nəsə baş verəcək. Səbəb bu deyil. Bir çox hallarda insanlar bunu çaşdırırlar. Deyirlər ki, mənim panik atakımın əsas problemi ölüm qorxusudur. Xeyr, ölüm qorxusu özü bir əlamətdir. O da bir simptom olaraq içinizdə bir psixikanızın siqnalı kimi emosional olaraq sizə təsir edir. Amma bu vəziyyətə gətirib çıxaran dərin psixoloji səbəblər var və onları mütləq araşdırmaq lazımdır. Bəli, ola bilər. Bu artıq Şəfa xanım, bu koqnitiv bir formada aparılan bir prosesdir. Xanım yazır ki, ailədə xəstəliklə bağlı çoxlu söz-söhbətlər olursa və bu söz-söhbətlər içində böyüyən uşaqlar özü-özlüyündə artıq təşvişli olurlar. Təbii ki, biz bunun insanların dərin inanclarında niyə görə bu fikirlər hökm salıb araşdırsaq, ora çox şey daxil ola bilər. Amma indi əgər söhbət sırf panik atakdan gedirsə, misal üçün biz başa düşürük ki, situativ deyil. Burada ayırd etdik, yəni simptomlarda normativ olaraq yaranmış vəziyyətə qarşı bizim həyəcanımız bu normaldır. Amma bu həyəcan fonunda yaranmış əlamətlər, simptomlar bizi narahat edirsə, biz artıq burada bir, belə deyim, düşündürücü iz qoymalıyıq ki, mütləq bura qayıdaq. Çünki həyəcan verici o əlamətlər, biz başa düşürük ki, problem çözüləcək və bitib gedəcək. Amma artıq o simptomlar məni ayrı-ayrılıqda narahat edirsə və məni qəfil yaxalayırsa, ola bilər ki, hava isti olsun, bax, otaqda indi istidir də. Mənə isti gəlsin, istilik gəlsin və düşünüm ki, ürəyim bulanacaq, artıq mənim təzyiqim yüksələcək, halım dəyişəcək və insan artıq adi bir taxikardiya özü bir diaqnozdur. Yəni siz kardioloqa müraciət etsəniz, sizdə taxikardiya çıxsa, biz başa düşürük ki, bir çox insanlarda belə bir problem ola bilər. Amma taxikardiyaya qarşı, onun ürək döyüntüsünə qarşı təşvişi olmayan insan bir başqa cür reaksiya verəcək. Deyəcək ki, yenidən ürək döyüntüm çoxaldı və mən indi yenidən mənə bu mane oldu, gərək özümə baxım, gedim təzyiqimi ölçüm və bitdi getdi, fikir yayındı. Diqqəti yayındı, işə getdi, unutdu getdi. Hətta bu cür insanlara çox vaxt deyirlər ki, özünə baxmırsan, bir həkimə get, belə olmaz. Yəni deyirlər ki, gedərəm də, heç problem yoxdur. Bu başqadır. Amma təşvişli insan, bax, təşviş, həyəcan pozuntusundan əziyyət çəkən insan
Tez-tez hətta nəbzini yoxlayacaq. Görüm mənim də vəziyyətim necədir? Yindəmi təzyiqim qalxıb? Tez-tez təzyiqini ölçəcək. Yəni bu hal artıq şiddətli dərəcədə o təlaşın vəziyyətini daha da gərginləşdirir. Bu emosional, baxın, bizim fizioloji olaraq, somatik olaraq bədənimizdə yaranmış reaksiyalara qarşı münasibətimizdir. Bu birinci problem. İkinci problem kognitiv. Düşüncələr, fikirlər beynimdə nə cür cərəyan edir? Niyə görə mən bu fizioloji reaksiyalara qarşı bu cür kəskin, belə deyim də, hal-hazırki əhvalımla özümü incidirəm? Misal üçün də, bax, bu fizioloji simptomlara qarşı reaksiyamı niyə bu qədər kəskin hiss edirəm? Bu o deməkdir ki, indi hal-hazırda artıq ikinci dərəcəli həyəcanı qeyd etmək olar. Çünki siz artıq bu yaranmış vəziyyətdə əslində psixoloji olaraq səbəblərdən uzaqlaşırsınız. Sizin beyninizdə fikir var. Mənim vəziyyətim yaxşı deyil. Mənə nəsə olacaq. Amma mən buradan bax, hal-hazırda məni izləyən hər kəsə müraciət etmək istəyirəm ki, açığı bu simptomlara görə heç kəslə heç nə olmur. Bax, bir tek bunu yadda saxlamaq lazımdır. Panik atakdan heç kəs ölmür, təşviş həyəcanından heç kim dünyasını dəyişmir, ciddi bir problem yaranmır. İnsanlar həyatını davam edirlər, yaşayırlar. Amma 1000 dəfə öz beyinlərində çox, belə deyim, kabuslar qədər qorxunc bir səhnələri canlandırırlar və o səhnələrin, o faciəni dəfələrlə özlərində daxilində yaşayırlar. Olmamış bir vəziyyəti hesab edin ki, içlərində emosional cəhətdən çox, belə deyim, dəqiqlik qədər, o bütün detallara qədər təsəvvürlərini belə içlərində yarada bilirlər. İnsanlar var ki, keçmişdə baş verən hadisələrin həyəcanını bugün yaşayır. Nəsə keçmişdə baş verib, o hadisə onların artıq düşüncələrində dərin bir iz saxlayıb və onun həyəcanını bugün də yaşayırlar. Bu travmadır da, yəni travmatik olaraq insanlar artıq bu fonda da təşviş, həyəcan keçirə bilərlər. Bir də var ki, insanlar gələcəkdə olmamış hadisələrin həyəcanını yaşayırlar. Və xüsusən də psixoloji, əgər biz kognitiv səviyyədə fikirləri analiz etsək, görəcəyik ki, araşdırdıqdan sonra da çox vaxt panik atakın özünün əsas psixoloji səbəbi gələcəklə bağlı qeyri-müəyyənlikdir. Bax, sadə səslənsə də bu belədir. Sadəcə insanlar bunu uyğunlaşdıra bilmirlər. Səbəb-nəticənin arasındakı əlaqəni tuta bilmirlər. Ki, yəni mən bilirəm axı sabah nə olacaq. Planım da var, birisi günə də planım var. Bir həftə sonra da bilirəm nə olacaq. Yəni hardasa nə qədər təşviş, həyəcan keçirsəm ki, bu problemlərlə üzləşərəm, amma ən azından həyatımdan məlumatım var. Lakin illərlə davam edən, baxın, panik ataklar var ki, insanlar 5 il, 10 il əziyyət çəkirlər. Gedir, o əziyyət qayıdır. Gedir, qayıdır. Niyə görə qayıdır? Çünki insan ola bilər ki, keçmişdə hansısa bir hadisə yaşasın və onda yeri gəlmişkən söyleyeyim ki, insanlar nə qədər çox uzadırlar panik atak probleminin həllini. Bir o qədər də psixoloji səbəb dərinləşir və onu araşdırmaq da çətin olur. Çünki insan keçmişə qayıdıb, həmin o vəziyyətdə onun emosional cəhətdən hansı sarsıntı yaşadığını və o fonda təsəvvürləri, yəni fikirləri nə olduğunu tapıb üzə çıxartmaq da bir qədər çətindir, amma mümkündür. Çünki ümumilikdə, baxın, əziz dostlar, xanımlar və bəylər, bizim həyatımızda baş vermiş hadisələr özü özlüyündə bizə travma vermir. O hadisələr nəticəsində beynimizdə yaranmış fikirlər bizi sarsıdır, incidir və biz onun travmasını həyatımızda daşıyırıq. Çünki o hadisədən sonra biz nə fikirləşəcəksə ona diqqət yetirməliyik. Kimsə, misal üçün, həyatında ola bilər ki, doğma bir insanı itirsin, həyatının bir krizini yaşasın, amma sonradan panik ataklara başlasın. Soruşacaqsınız, niyə? Depressiv duruma düşə bilər də insan, düzdürmü? Amma əgər biz araşdırsaq görə bilərik ki, həmin o insan ola bilər ki, onun gələcək həyatında böyük bir rol oynamalıdır. Yəni bu insanın onun bütün həyat funksionallığını daşıdığı bir insan idi. Orada çox ciddi bir əlaqələr var idi və o insan artıq yoxdur və təbii ki, panik atak tutan insanın üçün artıq belə qaranlıq bir meşə kimi kabus yaranır da. Yəni mən orada nə edəcəm? Mən necə baş çıxaracağam?
Mənim həyatımın sonu nə olacaq? Mən artıq bitdim və yaxud da ki, mənim ailə üzvlərim özü ilə bağlı bir problem yaşayırsa, özündən sonra düşünürsə ki, mənim ailəm nə cür yaşayacaq, nə olacaq? Artıq qeyri-müəyyənlik yaranır. Bu nə deməkdir? Bu artıq təşviş, həyəcan pozuntusu fonunda panik ataka doğru gedən bir yoldur. Nə qədər də olsa insan bu fikirlərdə əziyyət çəksə belə, insan daimi gərginlik içində yaşadır da. Düzdürmü? Bax bu bizim vegetativ sinir sistemimiz hesab eləyin ki, uzun müddət o gərginliyi saxlayır və birdən qəfil sıçrayışlar olur. Ona görə də gözlənilməz olur da. Siz ola bilər ki, yolla gedirsiniz və birdən-birə ürəyiniz döyünməyə başlayır. Havanız sanki çatmır. Çünki həmin anda adrenalin sıçrayışı. Axı bizim o sinir sistemimiz dözmür. Nə qədər olar bu gərginliyi daşımaq? Və o sıçrayış baş verir, insan artıq halbahal olur. Və halbahal olduğuna görə başlayır artıq növbəti təşviş və həyəcan. Mənimlə nəsə baş verəcək. Simptomlara görə qorxu yaşanır. O kabus artıq simptomlara qarşıdır. İndi bax bu hallar, yəni hansı ki insanda o əlamətlər ki var, əslində normal simptomlardır. Biz adaptiv bayaq deyirdik, situativ olaraq həyəcan və təşviş var idi. Orada da eyni hisslər yaşayırıq da, düzdürmü? Və misal üçün sadə deyəcəm. Araqnofobiya da adlanır da deyəsən, hörümçəklərdən qorxan spesifik fobiya. Qəfil kimsə o hörümçəkdən qorxursa, və yaxud da ki, pişikdən qorxanlar var. Eyni hissləri yaşayırlar. Ürək döyünür, insan qorxur ki, mənə nəsə baş verəcək və qaçır. Amma o bilir ki, onun qorxusu və həyəcanı həmin o hörümçəyə görədir. O həşərata görədir. Obyekt var. Konkret olaraq bizim beynimiz bunu bu cür izah edir. Ki, bax, bu situasiya bununla əlaqəlidir də. Amma qəfil panik atak durumu, hansı ki, psixoloji səbəb olaraq dediyim kimi araşdırmaq lazımdır. O sizi yaxalayanda siz bunu izah edə bilmirsiniz. Və artıq sizin psixikanız sizə təhlükə siqnalını verdikcə o təhlükə biraz da beyninizdə bərkiyir və siz çıxış yolu axtarmaq üçün çalışırsınız ki, özünüzü belə deyim, qurtarasınız bu vəziyyətdən. Və çıxış yolu hardadır? Kənarda, özünüzdə deyil. Bax, təsəvvür, siz elə düşünürsünüz ki, kimsə sizə kömək etməlidir. Ya təcili yardım çağırılmalıdır. Bax, bu cür insanlar, bu nevrozdan əziyyət çəkən insanlar heç cür evdə tək qala bilmirlər. Düşünürlər ki, mənim birdən ürəyim dayanar, mənə heç kim kömək edə bilməz. Bu cür insanlar harasa gedəndə, avtomobil sürəndə, sürət həddi olanda qorxa bilərlər, narahat ola bilərlər. Çünki həmin anda insan sürət həddi çoxalanda adrenalin hiss edə bilər də. Adrenalin hissi də eyni simptomları gücləndirir, ürək döyüntüsü. Amma sizin üçün bu ürək döyüntüsü bir başqa cür yozulur. Ürək döyüntüsü odur ki, vəziyyətiniz artıq belə deyim, ağırdır. Sizə kimsə kömək etməlidir. Kimsə müdaxilə etməsə, kimsə sizi qorumasa, lap pis olacaq. Ona görə daimi şəkildə kimdənsə asılı vəziyyətə düşürsünüz. Böyük bir tədbirlərdə olarkən, misal üçün önəmli bir günlərdə, əlamətdar bir günlərdə olarkən siz bilirsiniz ki, sizi qəfil bu cür hisslər yaxalaya bilər. Yəni həyəcan hissindən bu qədər çox qorxursunuz. Ona görə, bax, mən indi istərdim bir dəqiqləşdirim. Mən indi diqqətlə burada izləyən dostlarımız, mənim indi hal-hazırda bu dediklərim nə dərəcədə sizə tanışdır? Misal üçün də, əgər panik atakdan əziyyət çəkən, yəni sadə deyim, bu əlamətlərə görə qəfil qorxan, narahat olan insanlar varsa, bir yazın, zəhmət olmasa, geri dönüşlərinizi də görüm. Maşın sürəndə, yanımda oturanda həyəcan olur, amma rahat oluram. Aha, tamam. Yəni bax, bu artıq sizin burada nəyə işarədir? Beyninizdəki fikrə. Burada diqqət ediləcək. Deməli, biz danışdıq simptomlardan. Simptomlar hansı ki, bizdə yeni bir qorxunc səhnələr yaradır beynimizdəki, nələrsə olacaq. Simptomların yaranma səbəbi, dərin psixoloji, belə deyim də, araşdırmaqla onları həyatımızda baş vermiş hadisələrlə əlaqələndirə bilərik, amma bu bir qədər belə deyim də psixoterapevtik təhlil tələb edir. Lakin digər bir tərəfdən yaranmış beynimizdə gündəlik daşıdığımız fikirlər, onları ayrıca işləmək lazımdır. Niyə görə bunu deyirəm? Çünki insanlar bu simptomlardan qorxduqca nə edirlər? Bax, kömək istəyirlər kənardan ki, məni qurtarın bu vəziyyətdən. Bir tək dərman içim və vəziyyətim düzəlsin. Dərman preparatları niyə görə həlli yolu deyil? Əslində, nə qədər ağır bir durum olduğu təqdirdə, təbii ki, medikamentoz müalicə metodları tətbiq oluna bilər və bəzən lazımdır da hətta. Amma biz başa düşməliyik ki, bu vəziyyətdən sizi qurtarmayacaq.
Yəni bu problem bu asanlıqla çözülməyəcək. Sadəcə nə olacaq? Sizi simptomlarınızı azaldacaq. Siz artıq o dərəcədə həssaslıqla duymayacaqsınız ürək döyüntüsünü və baş vermiş əlinizdəki o quruluğu, ağız quruluğunu, misal üçün də deyirlər, insanlar elə bir vəziyyətə düşürəm ki, harda olduğumu belə, ağlımı itirməkdən belə qorxuram. Derealizasiya, yəni bunlar hamısı hal-hazırki vəziyyətinizin kəskin fonunda baş vermiş bir haldır və o zaman təbii ki, dərman preparatları sabit bir vəziyyət yarada bilər. Amma biz başa düşməliyik ki, siz o dərman preparatlarını nə vaxtsa atmasanız, misal üçün də harasa gedirdiniz, dərmanı unutdunuz, götürmədiniz və bugün içmədiniz. Hesab edin ki, sizin psixikanız təlaş siqnalını yenidən gücləndirəcək ki, stop. Vəziyyət gərgindir. Sən dərmanını içməmisən. Nəsə olacaq? Qayıt geri. Artıq həyəcan yenidən başlayır və ümumilikdə hətta bir müddət sonra bəli, ölüm deyəcək həyəcan insanlar, yəni bu simptomlara görə ümumiyyətlə ölüm qorxusu fonu yaranır da, amma biz başa düşürük ki, ölüm qorxusu səbəb deyil. Və siz bir müddət sonra dərman preparatlarını atmasanız, həmin o simptomlar geri qayıdacaq və bir qədər daha dərin bir formada. Niyə görə? Çünki əvvəllər əgər siz bu simptomlara qarşı bir başqa cür reaksiya göstərirsinizsə, indi həmin o simptomlara qarşı biraz daha dərin problemlər yaşayacaqsınız ki, sanki və salam da mənə bu dərman da kömək eləmədi, mənə bu həkim də kömək eləmədi. Deməli, mənim sonum gəlib çatır, artıq neqativ bir düşüncə tərzi öz işini zaten hər zaman həyatı boyu görürdüsə, indi biraz daha gücləndirilmiş bir formada edəcək. Ona görə də problem təəssüflər olsun ki, çözülmür. Məhz o baxımından mən hər zaman söyləyirəm ki, yəni antidepressantlar, yəni o qədər də tərəfdarı olmuram. Mənim həkim yoldaşım da həkim, psixiatr, psixoterapevt Kənan Rəhimov, yəqin ki, bir çoxunuz da onu tanıyırsınız. Yeri gəlmişkən söyləyim ki, əgər çatdırsa bəlkə də bizim bugünkü görüşə də gələcək. Yəni o özü də hər zaman deyir ki, baxmayaraq ki, həkimdir, psixiatrdır, psixoterapevt olaraq da fəaliyyət göstərir artıq neçə illərdir. O özü də antidepressant, yəni təyin etməyin tərəfdarı deyil. Yalnız emosional o qədər, belə deyim, insanlar həssas bir durumda olduğu təqdirdə, əgər artıq təhlil etmə qabiliyyətinə malik deyillərsə, yataqdan durub gələ bilmirlərsə, o zaman bəli, medikamentoz müalicə metodu tətbiq oluna bilər, lakin paralel mütləq psixoterapiya aparılmalıdır. Əksi təqdirdə mənası yoxdur. Siz burada simptomları azaldacaqsınız, amma psixoloji səbəbləri araşdırmaq istəmirsiniz. Əgər istəmirsinizsə, problemi çözmürsünüz, sadəcə olaraq susturursunuz, keydirsiniz bu problemləri. O baxımdan mütləq lazımdır ki, kognitiv səviyyədə, yəni düşüncələrinizdə oturuşmuş, daimi şəkildə davam edən, belə deyim də, generasiya edən fikirləri araşdırasınız, onların mənbəyini tapasınız. Misal üçün, mən istərdim, dediyim kimi, biraz terapevtik istəyirəm ki, təsir göstərsin sizə. O baxımdan istərdim bir neçə çox sadə üsullar sizə təqdim edim. Elə indicə mənimlə bərabər belə psixiatrla psixoterapevtin fərqi nədir? Burada soruşurlar. Psixiatr yalnız dərmanlarla müalicə edir və kliniki durumlarla işləyir. Amma psixoterapevt və burada terapiya var. Psixoterapiya, yəni ruhla işləyən, düşüncələrlə işləyən, terapevtik sizə təsir göstərən söhbətləri ilə araşdıraraq, sizin beyninizdə yaranmış fikirlərin səbəblərinə getməyə kömək edən bir mütəxəssis və psixoterapevt, yəni həkim olduğundan kliniki durumlarla da işləyə bilər. Yəni psixoloqlar bir başqa. Yəni bunların təbii ki, fərqi var. İndi qayıdaq bizim mövzumuza. Dediyim ki, mən istərdim ki, siz indi bu vasitələrdən bir köməkçi üsul olaraq hər zaman istifadə edəsiniz. Birincisi, nəzərə alın ki, yəni hal-hazırda mənim dediklərim yalnız simptomlara aiddir. Yəni emosional cəhətdən sadəcə olaraq vəziyyəti kontrol deməzdim. Kontrol deyəndə çox vaxt bilirsiniz nəyə qarışdırırlar. İnsanlar düşünürlər ki, hissləri içində belə deyim, idarə etmək, onları bastırmaq olar. Bu yaxşı bir üslub deyil.
bu doğru bir yol değil. Biz heç cürə beynimizdə psixikamızın yaratdığı həyəcan siqnalını yox edə bilmərik. Bu düzgün də deyil. Yəni təbiətimizə xas olmayan bir vəziyyətdir də. Olmaz. Bu kimyəvi bir prosesdir. Yəni bizim o neyron hissəcikləri vasitəsilə beynimizə ötürülən bir informasiyadır ki, hal-hazırda nəsə narahat edici bir vəziyyət yaranıb. Həyəcandır, ürək döyüntüsüdür. Somatik olaraq bədənimizdə əks olunub, bütün orqanizmimizdə. Biz bu simptomları sadəcə olaraq onlara qarşı reaksiyalarımızı dəyişə bilərik. Onları bir qədər yumşalda bilərik. Onlara belə deyək də mübarizə deyil. Bax, siz mübarizə etməyə başlasanız, hesab edin ki, özünüzlə müharibə aparırsınız. Mən özümlə müharibə aparıram, mən hisslərimə qarşı yox deyirəm, mən onları sustururam və susturduqca, bax, çox vaxt bəylərə aiddir. Uşaqlıqdan var axı, deyiblər ki, kişilər ağlamamalıdır, gözyaşı axıtmamalıdır. Təbii ki, bu ailə dəyərlərindən gələn bu xüsusiyyət bəylərdə həmin o hissləri cilovlamaq, içində bastırmaq xüsusiyyəti yaradır. Ona görə də son vaxtlar mən baxın açıq deyəcəm, neçə müddətdir ki, təşviş həyəcan pozuntusularla, yəni bu təşvişli insanlarla işləyirəm və görürəm ki, panik atakdan əziyyət çəkənlər xanımlarla, belə kişilər nisbində statistik baxımdan daha çox bəylərdədir. Niyə görə? Çünki onlar öz belə deyim hisslərini, indi bu ola bilər ki, obyektiv olmasın. Təbii ki, mən böyük bir araşdırma aparmamışam, amma müraciətlərdə görürəm ki, bəylər çox müraciət edir panik atak vəziyyəti ilə əlaqəli. Çünki məhz onlarda daha çox müşahidə olunur belə bir xüsusiyyətdir ki, hisslərimi içimdə cilovluyum, saxlayım. Amma danışmaq, müzakirə etmək, o prosesləri beynində emal etmək içindəki, bax, hal-hazırda bəli, mən bu hissim var, mən bu hissi tanıdım, başa düşürəm ki, bu həyəcandır, həyəcanın simptomları budur, mən bunu başa düşürəm və başa düşürəm ki, bu simptomlarla heç kəs dünyasına dəyişmir, mənə heç nə olmayacaq, yəni təhlükəsiz bir şəraitdəyəm. Ən əsas məsələ sizi təhlükəsiz bir duruma qaytarmaqdır. Bax, özünüz özünüzə nə yaxşılıq edə bilərsiniz? Hisslərinizi doğru bir formada ifadə etməyə öyrənməlisiniz. Yəni, mən əgər həyəcanlanıramsa, mən həyəcanı impulsiv şəkildə qarşılaya da bilərəm, qışqıra da bilərəm, qorxa da bilərəm, hər kəsi köməyə çağıra da bilərəm. Amma mən bu hisslərimi rahat bir şəkildə içimdə başqa cür də yaşayıb ifadə edə bilərəm. Bax, bu prosesləri artıq davranış formasında biz dəyişə bilərik. Lakin yönələcəyik hara? Yenidən fikirlərimizə. Çünki bu bizim davranışımıza təsir edən, emosional fonu doğru bir formada ifadə edən bir üslub da kognitiv üslubdur. Kognitiv davranış metodu. Bunlar bir-birindən çox sıx bağlı olan bir proseslərdir. O baxımdan biz birinci nə edirik? Nəfəs almaq. Bax, insan həyəcanlananda nəfəsi daralır. Hər şeydə, yəni belədir də, təşviş, həyəcan baş verirsə, ən belə gözə çarpan simptom nə olur? Nəfəs insan dərə bilmir. Elə bir ki, dərindən nəfəs ala bilmir. Situativ həyəcan olsa belə, patoloji bir durum olsa belə, eyni simptomdur. Mənim nəfəsim çatmır və mən danışanda belə uzun cümlələr deyə bilmərəm, fikrimi bəlkə də ifadə edə bilmərəm, dediyimi unuda bilərəm. Kəskin o qorxu yaşanır ki, nəfəsim çatmayacaq. Ona görə biz birinci nəfəs texnikası ilə tənzimləməyi öyrənməliyik. Bax, o nəfəsimizi dərindən diafraqmadan almağı öyrənməliyik. Mən indi hər kəs, bax burada məni izləyən hər kəsdən xahiş edəcəm. Elə sosial şəbəkədə məni izləyənlərdə buradan bir daha salamlamaq istəyirəm. Üzrlü sanki suallarınıza cavab verə bilmirəm. Çünki hal-hazırda bizim dərsimiz Zoom-da gedir və Zoom-da da birazdan sual-cavab başlayacaq. Dediyimiz kimi, nəfəsimizə diqqətimizi yönəldəcəyik. İndi bu saat sizdən xahiş edəcəm bir dərindən nəfəs alasınız. Hər biriniz və istəyirsiniz mən hətta mikrofonlar bağlıdır, amma hələlik mən burada kameraları açmağa da icazəni burada verə bilərəm. Hələlik bağlamışdım hər ikisini. Kim istəsə kameraları da aça bilər ki, mən sizi görə bilim. Əgər yəni bu məcburi deyil, təbii ki, kim istəyirsə. Çünki nəfəs dərən zaman insanlar çox vaxt dərindən nəfəs alanda çiyinlər də qalxır. Bax, bu bizim dərindən diafraqmadan nəfəs almağımıza imkan vermir. Ona görə birinci doğru nəfəs almaq lazımdır. Dərindən nəfəs alanda sinədən deyil, diafraqmadan. Baxın, çiyinlərim qalxmır.
elə bir vəziyyət yaranmalıdır. Və biz necə nəfəs alacağıq? Ən birinci texnika, yəni sadə texnikadır. Bəlkə də bunu eşitmisiniz, bəlkə də indi dediyim bu təklif etdiyim üslubları sınamısınız. Amma indi onların yanaşma tərzini də sizə izah edəcəm. Mənimlə birlikdə gəlin. 1, 2, 3, 4 deyəndə nəfəsimizi alırıq, saxlayırıq və sonra 5, 6, 7, 8 nəfəsimizi rahat buraxırıq. Yaxşımı? Birlikdə edək bunu. Dərinlənir. Yerimizi rahatlayaq. Rahat. Heç nə yoxdur. Əsas belə deyim. Məsələ burasındadır ki, hal-hazırda özünüz rahat bir şəraitdəsiniz. Təhlükəli heç nə yoxdur. Ümumiyyətlə bu fikri hər zaman insan öz içində daşımalıdır ki, mənimlə heç nə baş verməyəcək. Çünki əgər söhbət buradan qorxudan, həyəcandan gedirsə, hələ olmamış hadisələrlə ümumiyyətlə bağlıdırsa, heç nə olmayacaq. Xroniki stres pozuntusudur. Bəli, baxın Ayxan bəy. O zaman elə indicə mənim dediklərimi sadəcə olaraq təkrarlayın, çalışın. Ümumiyyətlə bunu vərdiş edəsiniz. Çünki ən birinci sizə kömək edən şəxs özünüz olacaqsınız. Kənardan heç kim sizə müdaxilə edib vəziyyətinizi dəyişməyə gücü yoxdur. Siz özünüzü bu vəziyyətdən çıxara bilərsiniz. Sadəcə olaraq mütəxəssislər bu işdə, bu yolda sizə bir, belə deyim, düzgün, doğru bir istiqamət verməli olurlar. O baxımdan bir də birlikdə edək. 1, 2, 3, 5, 6, 7, 8 nəfəsimizi veririk. Bir də 4, indi 5, 6, 7, 8. Bir də edək birlikdə. Tələsmədən. Ümumiyyətlə, tələsmək lazım deyil heç bir işdə. Çünki tələskənlik çox vaxt elə həyəcanı yaradan, bu simptomları gücləndirən bir faktordur. Digər bir məsələ odur, diqqəti yayındırmaqla bağlı. Çox vaxt insanlar həyəcan olan vaxtı çalışırlar ki, neynənsə, o belə deyək də, kompensasiya etsinlər bu vəziyyəti. Su içirlər və yaxud da ki, köməyə çağırırlar, zəng eləyirlər kiməsə, vəziyyəti sanki kiməsə izah etmək istəyirlər ki, mənim vəziyyətim bu saat yenidən həmin halbahal oldum, pəncərəni açırlar, hava axını gəlsin, nəfəs ala bilim, nəfəsim kəsilir. Bax, bu vəziyyət həmin o atmosferi biraz da gücləndirir. Amma əgər bizim indi hal-hazırda diqqətimiz fikirlərimizdən əlaqəli bir proseslə əlaqəlidirsə, fikirlər, yəni bu generasiya edirsə bu hissləri, biz başa düşməliyik ki, biz o fikirlərin istiqamətini dəyişməliyik. Bunun üçün indi bu saata köklənməliyik. Çünki İnsan təlaş keçirirsə, o gələcəkdə yaşayır indi hal-hazırda. Hal-hazır ki, ev şəraitində, yəni səssiz, səmirsiz, rahat bir şəraitdə özünü hiss etmir. Hətta hansı bir tədbirdədirsə, əlamətlər bir hadisə baş veribsə, toyda, məclisdədirsə, orada da rahat bir şəraitdir. İnsanlar orada əylənirlər. Amma siz o əyləncəni hiss edə bilmirsiniz, çünki sizin bütün fikriniz gələcəklə bağlıdır. Ürək döyüntüsü çoxalıb, artıq biz gələcəkdəyik ki, məndən nəsə baş verəcək. Biz qayıtmalıyıq indiki vəziyyətə. Yəni, Gestalt terapiyada da bu çox önəmli bir prosesdir də, indiki reallığı yaşamaq. O baxımdan indiki vəziyyəti yaşamaq üçün biz konsentrasiyamızı, diqqətimizi yönəltməliyik bu saatki vəziyyətə. Çalışın, bax belə bir 5, 4, 3, 2, 1 texnikası var. Kim eşidibsə 1 yaza bilər, kim eşitməyibsə 0 yazsın. Bilim ki, auditoriyamızın hal-hazırda neçə faizində bu vəziyyətlə yəni, tanışlığı var. 5 o nə deməkdir? Yəni, biz sadəcə olaraq diqqətimizi yandırırıq. Mən çox vaxt sadə üsuldan istifadə edirəm. Yəni, telefona baxın. Yəni, neysə götürürsünüz, sanki kiməsə yazacaqsınız, diqqət yönəlir. Amma əgər heç vaxt istifadə etməmisinizsə bu üsuldan, yaxşı olar ki, belə deyim də, əlifbadan başlayasınız. Nə etməlisiniz? 5 ədəd gördüyünüz nəyisə beyninizdə sayın. Yəni, ola bilər ki, rəsm əsəri olsun, qələm, bax, sadəcə olaraq hiss edirsiniz ürək döntüsü. Dərinə nəfəs aldınız bir neçə dəfə, dərhal düşünməyin ki, bu saat bu simptomlar məndən nəsə baş verəcək. Sadəcə olaraq dəftər, qələm, stəkan, hal-hazırda baxıram əsər, rəsm əsəri, pərdə, işıq, diqqətim artıq yönəlir hal-hazırki otaqdakı bir vəziyyətə, düzdürmü? Sonra toxunuram onlara, toxunuş olaraq hiss edirəm ki, nədir burada?
Qələmdir, bərkdir, dəftərdir, belə deyək də, nəysə vərəqləyirəm. Eşitmək, bax bu çox vacib bir məsələdir. Eşitdiyinizi, belə deyim, diqqətinizi yönəldə bilərsiniz. Nə eşidirəm? Öz danışığımı, səsimi eşidirəm. Nəsə toxunuşumu eşidirəm. Etməmisiniz, digər texnikaları etməmisinizsə tətbiq edə bilərsiniz. Ən azından bu da bir üsuldur. Yəni nəfəs texnikaları sadəcə olaraq hal-hazırki fizioloji baxımından bizə dəstək olur da. Yəni nəfəsimizi tənzimləyirik, balanslaşdırırıq. Amma indi diqqətimizin də istiqamətini yönəltmək də bizim əlimizdədir. Harda ki, həm dediyim kimi görmək, hiss etmək, toxunmaq, eşitmək, üç gördüyüm nələrsə eşitdiyimi sadalaya bilərəm. Sonra qoxu hiss etməyi, ətir, nə hiss edirəm? Misal üçün, saçımın ətrimi, otaqdakı ətir, nəsə onu duymağa çalışıram. Sonra da dad reseptorlarını aktivləşdirməliyik. Ən azından su içərkən belə suyun dadını belə duya bilərik. Hal-hazırda, yəni mən sadəcə olaraq fizioloji baxımdan simptomları tənzimləməyə çalışıram. Onlarla mübarizə aparmıram. Qaçmaq deyil. Bax, əsas məsələ burasındadır ki, siz bu simptomlardan qaçmağa çalışmayasınız. Çünki simptomlar sizin düşməniniz deyil. Onlar sizə heç nə etməyəcək. Onlar sizin vəziyyətinizi daha da ağır etməyəcək. Bu əsaslı fikri yaxşı olar ki, belə deyim, beyninizdə təməlli olaraq məskən edəsiniz. Çünki o fikir sizin içinizdə yeni qorxuları yaradır ki, bu simptomlar mənim həyatım üçün təhlükəli bir haldır. Xeyr, hal deyil. Bəli, baxın, əgər yaxınlarınız da, bax, xanım yazır ki, oğlum çox əziyyət çəkir, hal-hazırda təşvişdən, həyəcandan. Eynisini siz yaxın insanlarınızla tətbiq edə bilərsiniz. Əgər ailə üzvlərinizdən kimdəsə belə bir həsadlar varsa, yəni təşviş, həyəcanın simptomlarına qarşı kəskin reaksiyalar, o qorxu, o narahatlıq, o zaman yaxşı olar ki, ən birinci, bax, bu üsullardan istifadə edəsiniz. Gözlərimə baxasan, məni görürsən, yəni danışdırırsınız. İndi bu saatda nə olursa olsun siz insanı indiki saniyəyə qaytarmalısınız. Bax, bu çox vacib bir məsələdir. Eləcə də özünüzə bu işdə kömək olmalısınız. Artıq siz yeni vərdişlər əldə etsəniz, yəni başqalarını köməyə çağırmaq deyil. Mən indi hal-hazırda bu simptomlarımı içimdə yaşayıram və onları duyuram və başa düşürəm ki, bu simptomlar mənə heç nə etməyəcək. Bu ürək döyüntüsü mənim vəziyyətimi pisləşdirməyəcək. Ümumiyyətlə, bax, bunu yadda saxlamaq lazımdır bir aksiom olaraq da. Yəni, mən təşviş həyəcandan heç vaxt ölə bilmərəm. Panik atakdan xüsusən də. Xüsusən də əgər tibbi müayinədən keçmisinizsə və mən əminəm ki, təşviş həyəcan pozuntusundan əziyyət çəkən, generalizə olan təşvişdən əziyyət çəkən insanlar dəfələrlə həkim müayinəsindən keçiblər və heç nə də onlarda tapmayıblar. Xüsusən də bax belə bir nəticə əldə etdikdən sonra əmin ola bilərsiniz ki, panik atakdan sonra sizə heç nə olmayacaq. Və əsas məsələ də burasındadır ki, istər adrenalin olsun, istər kortizol hormonu olsun, bu proseslər sizin üçün bu simptomlar cəmi 5 dəqiqə vaxt aparır. 5 dəqiqədən hardasa 10 dəqiqəyə qədər çəkə bilər. Çox vaxtı 7-8 dəqiqədə, 10 dəqiqə artıq bizim impulsiv reaksiyalarımızdan bağlıdır. Ona görə 10 dəqiqədən sonra siz əvvəlki həyat rejiminizə qayıdırsınız. Yəni məqsəd bax burada məsələ burasındadır ki, burada artıq görürəm ki, suallar, fikirləri yazırsınız. Ruh düşkünlüyü, apatiya. Gəlin istəyirsinizsə, mən artıq başqa görüm sizə nə deyəcəkdim. Sonra sual-cavab mərhələsinə keçək. Fikirlər, düşüncələrlə bağlı onları qeyd etdim. Çünki nə qədər də olsa və dediyim kimi, baxın, yadda saxladıq, simptomların yaranma səbəbi müxtəlif ola bilər.
var situativ, bir daha təkrarlayacağım. Hansı ki, vəziyyətlə əlaqəli təşvişdir, həyəcandır. Bu normaldır. Hər kəsdə, hər birimizdə heç kəs deyə bilməz ki, mən həyatı boyu təşviş, həyəcan keçirməmişəm. Bu situativ vəziyyətlə əlaqəli bir problemdir və orada da eyni həmin simptomlar olur. Sadəcə olaraq bir-birini əvəz edə bilər. Kimdəsə mədə tutur, psixosomatik olaraq ağrılar başlayır. Kimdəsə elə bir ki, sanki ürəyi tutur. Kimdəsə müxtəlif problemlər, təzyiq də oynaya bilər. Bu fonda artıq bəli, bəzi hallarda olur ki, psixosomatika uzun müddət davam edirsə, artıq ə, insanın səhhətində də özünü göstərə bilər. Artıq endokrinoloji bir problem yaşanılırsa, kardioloji bir problem, taxikardiya, digər təzyiqlə əlaqəli problemlər yaşanırsa, hipertoniyadan insan əziyyət çəkirsə, burada tibbi müalicə metodları mütləqdir. Bu aydın məsələdir. Amma ümumilikdə həyəcanın, vegetativ sinir sisteminin bizə ötürdüyü o stimullar, bunlar təhlükəsiz bir stimullardır və onları normal qarşılamaq lazım olacaq. Lakin o stimulları trigger olaraq təkan verən nələr ola bilər? Çox şey. Küləyin əsməsi belə, yağış yağması belə. Vaxtın, misal üçün də, bugün mən planlaşdırmışdım saat 2-də getməyi, mənə telefondan zəng gəldi ki, biraz daha tez gəlməlisən. Artıq həmin bir mesaj belə trigger ola bilər ki, həmin o vəziyyət yaransın. Çünki insan təşvişli düşüncə tərzindən əziyyət çəkirsə, özündə daimi şəkildə neqativ bir tərəfləri görməyə başlayırsa, ona işdən zəng edib desələr ki, bugün iclasdır, sən də gəl. O artıq o hissləri yaşayacaq. Deməli, nəsə olacaq, nəsə baş verəcək. Həmin o stimullar, həmin o simptomatika üzə çıxacaq və insan artıq o simptomlardan əziyyət çəkəcək və gündəlik işini də tamamlaya bilməyəcək. O baxımdan işlər də ertələnir, məhsuldarlıq da aşağı düşür. Çünki bu simptomlar bizə əziyyət verir. Biz o simptomlardan dostlaşmalıyıq, onlara özümüzə ən yaxın bir sirdaş etməliyik hardasa ki, bizim bir bələdçilik edir ki, bax burada nəsə sən yenidən fərqli düşündün. Düşüncəndə nəsə bir xətalar var. Bax, o xətaları ayırd etmək üçünsə, bu artıq koqnitiv davranış terapiyasının metodundan bağlıdır. O baxımdan mən hər dəfə deyirəm ki, birinci diaqnostika keçirilməlidir mütləq, çünki sizin yaranmış bir bu vəziyyətin psixoloji tərəfdən diaqnostikasını aparmalıyıq ki, bilək nə ilə bağlıdır problem. Əslində problemin, misal üçün, yaranma səbəbindən asılı olaraq da metodlar dəyişir. Kimdəsə ola bilər ki, bugün elə bir vəziyyətdir ki, həqiqətən də emosional, impulsiv elə bir vəziyyət, durum yaranıb ki, bu insan bu saat düşüncələrini sabitləşdirə bilməyəcək, onları araşdıra bilməyəcək. Hətta bu saat dünən baş vermiş hadisəni müzakirə edərkən insan halbahal olur. Elə olan təqdirdə təbii ki, hardasa medikamentoz müalicə metodu tətbiq oluna bilər. Lakin psixoterapevtik proseslər də paralel aparılmalıdır ki, mən bu vəziyyətə niyə gəlib düşdüm, hansı düşüncələrimin, hansı xətalarını aradan qaldırmalıyam. Artıq sanki sizin əvvəlki fikirlərinizin yaranması təməldən dəyişilməlidir. O dəsti xətt dəyişilməlidir. Alqoritm deyirlər də bir-birinə. Nə cür yarandı bu fikir? Bu fikir yarananda mən nə hiss keçirdim, o hisslə nə etdim, davranışım nə oldu? Mən bu düşüncə nədən yarandı məndə? O düşüncənin yaranma səbəbi ilə biz işləməliyik ki, o proseslər getdikcə dəyişsin. Bura qədər aydındırmı? Mən istəyirsinizsə mikrofonları da açım. Görürəm yazanlar çoxdur. İstərdim ki, sizinlə biraz söhbət də edəm. Organizator Çesnikov. Danışmaq istəyən varsa, olur, buyurun. Gəlin bir-bir ardıcıl olaraq sualınızı verə səsləndirə bilərsiniz. Hal-hazırki vəziyyət. Buyurun, buyurun Zümrüt xanım. Mikrofonlar artıq açıqdır, xanımlar və bəylər. Kim istəyirsə mikrofonunu açıb danışa bilər. Hal-hazırda, misal üçün, nədən əziyyət çəkirsiniz? Panik atak durumu mu? Özü mü sizə əziyyət çəkir? Yoxsa daimi təşvişli fikirlərdən qurtulmaq mı istəyirsiniz? Bax, bunlar fərqli proseslərdir. Çünki təşvişli düşüncə tərzi özü özlüyündə daimi gərginlik yaşadır. Yəni, xroniki olaraq biz artıq Tamam, illərlə daşıyırıq problemi. Buyurun Şəfaq, buyurun. tamam doktor.
Mən Instagramda da yazmışdım sizdən. Məndə heç vaxt qorxu olmuyor, heç bir vaxt. 46 yaşım var. Anam gözümün önündə rəhmətə getmişdi yanvar ayında. Ay, Ondan sonra atamın da məsuliyyətini mən daşıdım deyə get-gedə hiss elədim ki, özü psixoloji yorulmuşam. Çünki öz ailəm, atamın ailəsi, hətta tələbəm də var, çatdıra bilmirdim. İndi üçüncü kurs müalicə alıram. Dayanmadı. Siz bayaq dediniz, onda həkimə sual verirdim ki, asılılıq yaratmayacaq. Deyirdi ki, xeyr. İndi dördüncü kurs müalicə yazır. Mən istəyirəm onu etməyim. Etməsəm yenidən tutar, tutmaz, onu bilmirəm. Çox ağır keçirtdim bir gündə 2 dəfə. 3 ay mhm. bundan öncə. Aydındır. İndi mən açığı bilmirəm hansı dərmanlar yazılıb da sizə. Mən bir onu da qeyd edim ki, mən tibb təhsilli deyiləm də, çox vaxt bir çoxu mənə doktor olaraq müraciət edir. Amma biləsiniz Hətta ki, antidepressant olur, qalanları əsəb sakitləşdirirdi həkimin dediyinə aha, görə. Hı aydındır. -hı. İndi siz narahatsınız ki, dayandırmaq istəyirsiniz. Nədən dayandırmaq istəyirsiniz? Nə sizi narahat etdi daha çox? Məsələn, şəkərim də var. O müalicəsini eləyə bilmirəm bu müalicəyə görə. İnsulin dirənci filan 3 ayda analiz verməliyəm filan, yəni dərman atmalı deyiləm də. Mən də ardıcıl 3 ayda dərman atıram. Üzr Yəni istəyirəm, ki, siz nevroloqa müraciət etmisiniz yoxsa psixiatra? nevroloq. Nevroloqa. Çox Hı vaxt -hı. elə nevroloqa müraciət edirlər, amma belə deyək də, nevroloqa müraciət əsası çox vaxt sinir problemi olarkən, misal üçün da, kimdəsə əldir, ayaqdır, üzdə tiklərdir, elə bir problem olarkən müraciət olunur. Amma indi nəsə bir stereotip yaranır ki, Əlində də əsnə var idi, yüngül. Həm də onu da müalicə edirdi. Hı tamam, -hı. tamam. O əgər onunla əlaqəlidirsə, yəni müraciətinizin əsasına bağlıdır da. Hı -hı. Yenə də baxın, burada problem nədir? Siz dərmanları dayandıra da bilərsiniz, dayandırmaya da bilərsiniz. Əgər dayandırmaq belə deyim şərtdirsə, bu gün sizin digər müalicənizə Hı təsir -hı. edə bilərsə və bunun üçün siz nə etməlisiniz? Birincisi, bu dərmanlardan mənim vəziyyətim dəyişə bilər. Əgər dərmanları atmasam, yenidən həmin o simptomlar qayıda bilər. Fikri ilə birinci uzaq olmaq lazımdır. Niyə görə? Çünki həmin bayaq dediyim məsələdir də. Həmin o sizin simptomlara qarşı kabusunuz var Hı deyənə, ona görə o -hı. sizi qorxudur. Simptomlara görə niyə görə narahat olurdunuz? Hansı simptom sizi daha çox qorxudurdu? Şəfa xanım, nə baş? Məsələn, bronxit oldum. Hiss eləyirdim ki, elə bil ciyərimə hava tam gəlib çatmır. Müalicə alırdım o üçün. Bir həftə elə bir panik atakdan əvvəlki o nəticə atak, onun da adı var, bilmirəm. Yəni onu keçirdim. Hiss eləyirdim ki, dərindən hava, nəfəs ala bilmirəm. Hı Sonra hı. rentgenə gedəndə rentgenə heç girə bilmədim. Orada çox ağır panik atak keçirtdim. Daha dedilər ki, sudurqa kimi oldu. Qollarım da qaraldı, əllərim geriyə gedirdi. Nəbz, təbzik, yəni məndə təzyiq olmur da indiyə kimi. Hə, Hı hı. onda oldu, bir gündə 2 dəfə oldu. Daha da sakitləşdirə bilmədilər, skoruya apardılar. Bir də müalicə gedə-gedə 3 həftə bundan qabaq şəlaləyə getmişdik, orada oldu. Yəni orada Cəlal əvvəl getmişdi, orada yaxaladı hə sizi. aha Üzr istəyirəm, orada panik atak travma qalmışdım. dediniz ki, havanız çatışmır dediniz. Həmin o vaxt yaranır da. Panik atak dediyiniz o hava Hı. çatışmazlığı ilə başlayır. Birincidə hava tutuşmaması oldu, amma ikincidə qorxu hissi idi ki, ayağım sürüşsə sıldırımdan düşəcəm. Oturub qalmışdım orada, gözləyirdim ki, məni düşürsünlər o dərəcədə. Hə, bax onu düşünərkən sizdə artıq başladı panik atakın elə bir ki simptomları. Aha, Düzün başa düşdüm. aha. Şəfa xanım, dediyinizə görə yanvarda da ananızı itirmişdiniz. Ondan sonra Bəli, bəli. ilk dəfə panik atak nə vaxt olmuşdu sizdə? Ondan sonra aprel ayında da 3 aydır. Aprelin sonu idi. 3 ayda mən bu əziyyət çəkirəm. Apreldən başladı. Müalicəni atıram. Yenə də hiss edirəm ki, əvvəlki kimi deyil əsəblərim. Ay, Müalicə alıram hələ. başa düşdüm. Yox, müalicə almağınız aydın məsələdir. Sadəcə olaraq biz ümumi baxın bu simptomun, bu problemin gedişat prosesinə də baxmaq lazımdır da. Buna deyirlər belə deyək, anamnezini toplamaq ki, nə vaxt yaranıb və o yaranan vaxtı həyatınızda nələr baş vermişdi. Başa düşürəm ki, bu sizdə indi həyat bir krizidir. Normativ olaraq insanlar bu cür krizlərlə üzləşir. Psixoloji yorulma deyim də bu belə. Necə? Psixoloji yorulma deyim, ondan sonra yarandı. Psixoloji, necə deyim? 3 ailənin elə bir stres hamısı üstümdə oldu. Bəli, Öz bəli. Bax, ailəm, uşaq, nə bilim, burada ata. psixoloji faktorlar çox önəmlidir. Çünki əgər Hı. siz müəyyən bir məsuliyyət yükünü öz üzərinizə götürürsünüz, hesab edin ki, əvvəlki funksionallıq dəyişir. Ailə sistemində də belədir də. Yəni nəsə Bəli. dəyişir.
ailədə. Hesab edin ki, bütün gedişat prosesi artıq vərdiş etmədiyiniz, heç vaxt üzləşmədiyiniz hallarla paralel davam edə bilər və bu sizin üçün kabusa bənzər bir vəziyyət yaradır. Çünki insan ümumiyyətlə harasa birinci dəfə addım atırsa, o onun üçün bir həyəcanlı bir prosesdir də. Heç vaxt etmədiyini birinci dəfə edirsə, həyəcanlıdır. Və indi həyatınızın rutini dəyişirsə, artıq yeni bir məsuliyyət yükü götürülürsə üzərinizə, deməli sizin üçün nəsə aydın olmayan bir proseslər var. Yəni nələrsə hələ tam olaraq düşüncələrinizdə bir yer ala bilməyib. Onun cavabını tapa bilməmisiniz ki, nə olacaq, nə baş verəcək və insan bunu daimi açıq beynində aparırsa o prosesləri, suallar cavabsız qalırsa, bütün gərginlik, psixoloji bir gərginlik içində xronik bir vəziyyətdə davam etməyə başlayır. Hələ biz araşdırmamışıq ki, sizin ümumiyyətlə düşüncə tərzinizdə təşvişli model varmı, yoxsa yox. Əvvəllərdə, çünki insanın həm Yox, yox, xarakter çox tipi, sakit olmuşam, həddən artıq. Heç nədən qorxmamışam. Buradakilərin də haqqına girmək istəmirəm, qısa danışmaq istəyirəm. Sadəcə bilmək istəyirəm ki, yəni bu dərmanı mən kəsə bilərəm. Həkim dedi kəs, amma bunu da elə, 4-cü kursu da elə sonra, amma mən kəsmək istəyirəm. Qorxuram, yenidən bu panik atak başlasa, yenə də uzun proses olacaq bunun müalicəsi, onu bilmək istəyirdim. dərmanları içəndən bəri bir dəfə də olmayıb. Düzdürmü? Bir Bu dəfə demirəm şəlalədə oldu da, yüngül forması. görürsünüz, nə kimi situativ olaraq bir çox Hı. hallarla üzləşə bilərsiniz və burada sizi dərman artıq xilas etməyə bilər. Sizi xilas edən sizin yanaşmanızdır, sizin reaksiyalarınızdır. Yəni bu simptomlardan ən birinci qorxmamalısınız. Əgər qorxmayacaqsınızsa, yəni ola bilər təhlükəli bir yerlər olsun. Məsəl üçün ayağım sürüşə bilər, mən ora gedə bilmərəm. Bunlar normaldır və mən özümü bu formada qoruyuram. Amma qoruduğum zaman əgər mənim içimdə bu simptomlar birdən-birə yaranırsa, həyəcanın simptomlarıdır da və onlar bu mənə belə deyək də qoruyucu bir mexanizm olaraq mənə siqnal ötürücü vasitə kimi gəlir. Ona görə mən onlardan çəkinməməliyəm və mənimlə heç nə olmayacaq. Bu fikirlə siz artıq dərmanı dayandırsanız, o zaman normal keçəcək. Amma proses İnşallah. dediyim kimi mən simptomlardan qorxmuram və bu simptomlar mənimlə heç nə etməyəcək. Çünki siz bunu qəbul etməsəniz Şəfa xanım, sabah situasiya dəyişəcək. Bugün dağ ətəyinə qalxdım, gələn səfər dənizə gedə bilərəm, başqa bir yerdə ola bilərəm, iclasda çıxış edə bilərəm. Misal üçün nəsə bir qərar verməliyəm, həyatı önəmli bir qərar verməliyəm. O zaman bu həyəcanları sustura bilməzsiniz. Hətta dərmanlar belə sustura bilməz. Onlar sadəcə bir vaxt əhvalınızı keyidir də. Lakin o simptomların siz münasibətinizi dəyişməlisiniz. Bu prosesləri tətbiq etmək, onun üzərində işləməyə dəyər. O zaman siz artıq dərman olsa da, olmasa da proses yəni olduğu kimi davam edəcək. Siz davamlı olaraq simptomlarının yumşaldıcı belə deyim, iş prosesi aparacaqsınız, amma paralel şəxsi terapiya alsanız, təbii ki, onların yaranma səbəbi, həyatınız üçün gələcəkdə qeyri-müəyyən olan o halların çözməyi, bunlar hamısı terapevtik üsullarla aradan qaldırıla bilər. Psixoloqa da Nə yəni. vaxt ki, bəli, nə vaxt ki sizi aydın olacaq ki, nə baş verəcək planlı şəkildə. Yaxşı və pis heç bir fərq etmir. Yəni sizin beyninizə aydın olmalıdır ki, heç bir təhlükə yoxdur. Oldu. Yəni Çox hər sağ bir olun. planın A planı da var, B planı da var, C planı da var. Yəni bu bizdən asılıdır. Hansı variantı seçməyimiz bizdən asılıdır. Elə olan təqdirdə biz artıq bütün idarə etməni də nəzarətdə saxlaya bilirik. Artıq qorxu da o qədər şiddətli dərəcədə olmur. Yəni mən bunu edə biləcəm. Bu olmasa bu olacaq. Yəni artıq mənim beynimə aydındır. Aydın olmadırsa, qeyri-müəyyənlik oldusa, qaranlıq otaq yarandısa, mütləq psixika qorxu, təşviş siqnallarını bizə ötürməyə başlayacaq və bizə aydın olmayacaq ki, bu təşviş, bu simptom hardan gəldi, niyə yarandı məndə? Ona görə belə bir vəziyyət yaranır. Təşəkkür edirəm sualınıza görə. Çox Düşünürəm sağ ki, olun. sizin Çox belə sağ olun. ən Tamam, azı her vaktiniz hayır olsun. Gününüz aydın olsun. Çox sağ olun. Buyurun, buyurun. Eşidirəm sizi. Ben bayaq yazmışdım size. Oğlumun 27 yaşı var. Neçə illər öncə bu problem hər kəsdə olduğu kimi əlamətlər onda da var. Bir dəfə müalicə alıb, amma sonra əsgər getdi, gəldi, olmadı, azalmışdı. Amma indi bu son bir ayda yenə baş verdi. Yoldaşım ürəyindən əməliyyat olmuşdu deyə, ona da təsir elədi, stres geçirdi o da. Bu hadisədən sonra o da, yəni panik ataklar başladı. Terapevtə getdi özü.
Müalicə yazıb doktor ona götürür. Amma hələ də simptomları yaşayır. O gün də dedi, ürəyim tutub, axır kardioloqa getdik, heç bir problem yoxdur. Mən şəxsən bir ana olaraq bilirəm ki, onda panik atakdır, özü də bilir və normal yanaşır. Amma çox istərdim ki, o tezliklə bu hallardan azad olsun. Bilmirəm siz onlayn bəlkə bilmirəm sizə müraciət eləsə yaxşı olar, yoxsa siz nə məsləhət görürsünüz? Onu da edək. Mən sizə çox inanıram. Təşəkkür edirəm. Çox Değer verdiğiniz için minnətdaram xanım. Üzr istəyirəm, dəqiqləşdirmək istərdim. Nə dərəcədə tez-tez üzləşir bu panik atak durumuyla? Gün ərzində Ee, hər gün mü olur, yoxsa belə deyim də ayda bir dəfə mi, həftədə Demək bir, olar ki, demək olar gün aşırı 2-3 gündən bir axşamlar olur hər axşam. hər axşam olur? Aha. Bir şey qeyd Hər edeyim, bir şey qeyd edeyim, üzr istəyirəm. Çox gərgin oğlandır, çox gərgin, həssas, tələskən, hər bir işində tələskən. Bunlar da o panik ataktan irəli gələn xüsusiyyətlərdir. Mən onu dərk edirəm. Hı hı. Bir dəqiqə. İndi nə istəyirəm? Deməli, xanım, baxın bu vəziyyətdə belə deyək də sizin davranış modelinizdən də çox razısınız. Mən belə başa düşürəm ki, sizin də nə qədər də olsa oğlunuzla bağlı həyəcanınız var. Çünki siz də narahat Bəli, olursunuz. Üzr istəyirəm, burada qonağımız da var. Mən Elə yeri gəlmişkən söhbətin ən maraqlı məqamında gəldi, yetişdi. Həkim, psixiatr, psixoterapevt Kənan Rəhimov mənim həyat nə yoldaşım. gözəl, nə gözəl. Ola bilər ki, bizim indi Salamlayıram. burada yeni iştirakçılar da var Kənan müəllim. Bəlkə də bir dənə onu istərdim öyrənim. İlk dəfədir bu görüşdə iştirak edən neçə nəfərdir? Birinci dəfədir, nə misal üçün. Birinci dəfə iştirak edənlər bir dənə plus yazsınlar bilək. Bu indi Mən birinci vəziyyətdə dəfə. xanım söylədi ki, Kənan müəllim, deməli oğlunun 27 yaşı var və mən belə başa düşdüm ki, səhhəti ilə əlaqəli həyatında, yəni üzləşdiyi belə problemlər olub deyənə yoldaşınız Təbii. isə ürəyində əməliyyat olmuşdu. Ondan sonra daha da kəskinləşdi. Artıq Bilirsiniz, ölüm çox qorxusu qapalıdır, çox qapalı oğlandır. Danışan deyil, sirrini paylaşmaz. Elə bir böyük sirri də yoxdur. Sadəcə qapalı uşaqdır. Yəni ailədə də biraz atası yəni çox e, belə deyək də ciddi olmağa tələb qoyub ona, ciddi ol belə. Elə o qədər o beynində oturub ki, elə ciddi də yanaşır çox şey. Yəni çox elə danışan deyən, gülən deyil bu qaydada belə. Bəli, içində saxlayır da fikirləri. Ona görə də bayaq dediyim kimi insanlar öz keçirdikləri hissləri daimi şəkildə daxildə bastırmağa, belə deyim də, gizlətməyə, onu idarə etməyə meyilli olduğu təqdirdə sinir sistemi bir gün belə deyim də o sıçrayışı göstərir. Bizim veqetativ sinir sistemimiz o qədər gərgin olur ki, artıq o adrenalin hissi birdən-birə hansısa bir trigger, misal üçün də nəsə onu xatırladanda keçmiş hadisələri, nəsə bir istilik gələndə, belə bu hallar, o əlamətlər artıq həmin o vəziyyəti yarada bilər. Və indi oğlunuzda ola bilər ki, öz səhhəti ilə bağlı da qorxular yaransın. Dediyim kimi bu simptomları hiss edən insanlar çox vaxt düşünürlər ki, vəziyyətim getdikcə kəskinləşir və nəsə mənə baş verəcək. Hətta bilsə ki, bu panik atakdır. Bir çox insanlar düşünürlər ki, panik atakdan ölə bilərlər. Bax bu hal Bilir, özü bilir. Panik atak olduğunu bilir. Təhsilli oğlandır, amma yəni bu cürdə necə deyim, sadəcə mən çox istəyərdim, vaxtınızı almayayım, digərlərinin haqqına girməyim. Çox istəyərdim sizlə, bilmirəm, onlayn əgər mümkündürsə, özü də sizlə əlaqə saxlayar. İndi Diaqnostikaya təbii ki, ehtiyac var. Çünki sizin deməyiniz bir başqa, amma oğlunuzun da öz bəli, düşüncələrində yaranan hər hansısa bir qeyri-müəyyən bir hallar ola bilər ki, onları müzakirə etməlidir. Bəzən bəli, insanlar özü özlərinə nələrsə etiraf edə bilmirlər, amma onu danışan zaman biləndə ki, harda düşüncəsində bir xəta yaranıb, niyə görə mən bunu bununla əlaqələndirdim, niyə məni bu vəziyyət misal üçün də narahat etməyə başladı. Onu düşünməyə başlayanda artıq bir başqa suallar yaranır. Hər bir təbii. sualın cavabı tapıldıqca artıq o qeyri-müəyyənliyin, gələcəklə bağlı olan o kabuslar yavaş-yavaş itməyə başlayır. Yenə də diaqnostika aparmaq lazımdır ki, ən birinci səbəb aydınlaşsın. İndi dərman içirsə, medikamentoz müalicə alırsa, gördüyünüz kimi nə qədər də olsa simptomlar azala bilər, amma problem çözülmür öz-özlüyündə. Yox, yox, çözülmür, doktor, mən bilirəm onu, çözülmür. Mən onu Çözülmür. istəyirəm. Bunu Bəli. araşdırmaqla. Yazarsınız, müraciət edərik. Əsas məsələ odur ki, mən bugünkü görüşümüzün məqsədi nə idi? İstəyirdim ki, insanlar bu halla üzləşən durumda bilsinlər ki,
bu simptomlar birincisi sizə düşmən deyirlər. Onlar əksinə sizə bir işıq verən, bir stimullaşdırıcı da, belə deyək, yol göstərən vasitədirlər ki, siz başa düşəsiniz ki, sizin psixikənizdə hardasa bir narahat edici, düşüncə mexanizminizdə pozulmuş bir xətalar var ki, yəni onları mütləq çözmək lazımdır. Dərmanlarla özünüzü asılı etməyiniz o qədər də münasib deyil. Bu arada Çox təşəkkür edirəm. istədim sizə söz verim. Bu Çox mövzu xoş olar. yani çok sağ olun, teşekkür ederim. İndi suallar ola bilər, olsun yenə də. Varmı nəsə suallar? Kənan müəllim, ümumiyyətlə bu düşüncə prosesində baş vermiş təşvişin əsas səbəbi nədir? Bax, niyə görə insanlar bu qədər belə deyim, həyəcan keçirirlər? Niyə görə bu qeyri belə deyim, müəyyən bir vəziyyətlərdə insan narahat olmağa başlayır? Bu biraz daha Ümumiyyətlə, dərinə gedək. biraz dərinə getsək, Hı hı. insanların vərdişləri var. Burada Baxın, biraz. necə ki, vurma cədvəli biz öyrəndiyimiz kimi, necə ki, danışmağı biz öyrəndiyimiz kimi, eləcə də bizim düşüncə tərzimizdə də müəyyən vərdişlər var. Hı hı. Bir çox insanlar buna deyir, xasiyyəti belədir. Xasiyyətlə bağlı deyil. Bu öyrədilmiş bacarıqlardır. Bu zəka bacarığı, nitq bacarığı kimi. Eləcə, misal üçün, kimsə deyə bilərdi ki, mən mühasibatlığı bilmirdim. Getdim, öyrəndim. Ondan sonra mühasibatlığı bilir. Deməli, həyatı boyu da bunu istifadə edir. Eləcə də düşüncə tərzi, yaranmış hadisələrə qarşı bizim o təfəkkürümüzün vərdişi, o da vərdişlərdir. Sadəcə biz onların üzərində fokuslaşmış belə diqqətimizi cəlb edib işləmiriksə, biz o vərdişlərin axarı ilə gedirik. Necə ki, insanlar, misal üçün, siqaret çəkməkdə hamı bilir ki, psixoloji vərdişdir. Tərgizənlər hamısı bir günə tərgizir və ömür boyu da istifadə etmir. Amma tərk etməyənlər, hansılar ki, istifadə edirlər siqaretdən hal-hazırda, onlar psixoloji asılıqdan deyirlər ki, yox, özümün asılı deyil, nə danışırsınız? Yəni, onların dedikləri bu Yanaşmadan. fərziyyədir, boşdur, yəni ki, əsassız bir şeydir. Amma fakt olaraq psixoloji asılıqdır. Eləcə də psixoloji asılıq o vərdişlərdən yaranır. Ondan qurtulmaq metodu var. Dəqiq tətbiq edənlər hamısı qurtulur. Amma qurtulmayanlar da illərlə, hətta həyatı boyu bu psixoloji vərdişlərdən çətinlik yarananda əziyyət çəkən insanlar var. Gəlin məqamın birini elə qeyd edim. Samirə xanım artıq sualın ipucunu qeyd elədi. Deməli, gələcəyin qeyri-müəyyənliyindən qorxmaq. Birinci növbədə hansı bir növrədir? Qeyri-müəyyənlikdən qorxmamaq. Bax, var insanlar riskli insanlar. Var insanlar riskə meyilli deyirlər. Və bu riskə meyilli olmamaq, həyəcan olanda, nəyisə dəqiq bilməyəndə insan araşdırmaq istəyir, dəqiqləşdirmək istəyir, dəqiq 100%lıq zəmanət istəyir ki, əmin olsun ki, zərər çəkməyəcək. Ona görə də gələcəyin qeyri-müəyyənliyi bu cür insanları qorxuzdurur. Onlar nəyisə dəqiq bilməyəndə addım ata bilmirlər. Ona görə də bir qədər bu da zehni vərdişlərdən biridir. Bu vərdişlər insanı sanki hazır edibdir təşviş yaşamağa. Gənc yaşlarından belə idi. Xasiyyəti belə idi deyirlər. Biraz məsuliyyətli uşaq. Hər şey ölçüb biçəndir. Hər xırda detala diqqət yetirəndir. Amma kökündə duran bu həddindən çox diqqətini cəlb etməyə səbəbi görmürlər. Bu xasiyyət deyil. Bu vərdişdir. Bu dəqiq əmin olmadığı yerlərdə insan addım ata bilməməyi. Adamlar var ki, bununla bağlı mübarizə üçün riskli hərəkətlər sevirlər. Təhlükəli bir yerdə o dağa dırmaşırlar, kimsə paraşutla atlanır. Adrenalin sevənlər. Adrenalin sevənlər. Baxın, bəzi Niyə insanlar görə? adrenalindən qorxur, amma görürsünüz. Bu adrenalin sevənlərdə adətən təşviş pozuntusu olmur. Niyə? Evet. Kökündə duran o qeyri-müəyyənliyi kabuslaşdırmamaq, o qeyri-müəyyənlik dövründə həyəcan hiss etməyə həvəslidirlər. Bax, insan var ki, ürək döyüntüsü və s. ondan qorxur, sıxılır, özünə qapanır. İnsan da varsa bu ürək döyüntü, həvəs yaradır onda, onu təkrar yaşamağa meyillidir. Hər ikisi bu normadan biraz kənara çıxır. Aşırı dərəcədə həyəcan yaşamağa, özbaşınalıq, tüfeyllik, hansısa bir həyat tərzi, o da insanın həyatda sabitliyini təmin etmir. Digər tərəfdən həddindən çox həyəcanlı olmaq da insanı özünü bu həyəcan daxilində boğur. Hələ bir yaxşı məqam da deyim ki, deməli, zəkası ortadan biraz yuxarı olan insanlarda təşviş pozuntusu daha tez-tez rast gəlir. Ona görə tərif edilmək olar da. İnsan əgər həyəcanlanırsa, o deməkdir ki, heç olmasa düşünməyə meyillidir.
analiz etməyə meyillidir ki, yəni öz başına laqeyd deyil, düşünməməyə bacarmayan insan gələcəyi düşünmür. Hı hı. Birinci növbədə bu qeyri-müəyyənliyə qarşı münasibəti dəyişmək lazımdır. Bunu tez dəyişmək olar. Bax, bu bacarığı tez öyrətmək olar. Sonra ikinci məqam. Ə, Bu qeyri-müəyyənliklə bağlı bir dənə də əlavə bir qeyd edeyim. Mənim Rusiyada bir dostum var idi, o da Azərbaycanlı idi. Soruşanda ki, bəs sən tək başına gəlmişsən 17 yaşında Rusiya, burada oxumusan universiteti, heç bir dəstəyin olmadan, gecə işləmirsən, gündüz oxumusan, necə bir təcrübə qazanmısan deyir. Təhsilimdən başqa qazandığım həyat təcrübəsi budur ki, mən bu saat cibimdə bir qəpik pul olmadan belə Rusiyanın istənilən şəhərinə məni apar, o şəhərdə məni düşür, bir aydan sonra gəl soruş ki, necə yaşayırsan? Görəcəksən ki, heç bir qəpik cibində pul olmayan bir insan, mən bir ayın ərzində yaşamağa da yer tapacağam, işləməyə də yer tapacağam, uyğunlaşacağam, dost-tanış tapacağam, əlaqə də yaradacağım. Yəni tez bir zamanda uyğunlaşacağam olduğum mühitə. Bax, bu çox super və vacib bacarıqdır. Bizdə Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı aşırı dərəcədə nəzarət, aşırı dərəcədə təmin etmək vərdişi var valideynlərdə. Ona görə uşaqların müstəqilliyini biz demək olar ki, məhdudlaşdırmış oluruq. Ona görə də bizim övladlar gəlib 40 yaşına çatanda belə müstəqil deyillər tam şəkildə. Bu müstəqillik baxımından tam yetişməyiblər. Bu oğlan dediyi qeyri-müəyyənlik onu qorxuzdurmur. O qeyri-müəyyənin içində özünə uyğun şərait yaratmağa da Adaptasiya olur. meyillidir, tez adaptasiya Hı hı. olunur. Amma gənc bir xanımdır, ali təhsillə bağlı Almaniya imtahanlardan keçibdi, qəbul olubdu. Gedib ora təhsil almağa və ora gəlib çatanda 2 aydan sonra yalvar yıxarla xahiş edib ki, məni geri qaytarın, mən burada tək qala bilmirəm. Halbuki baxın, Rusiya hara? Təhlükəli bir şərait. Çox aqressiv mühitdir. Almaniya hara? Tamamilə, hətta deyərdim ki, Avropa ölkələrinin arasında ən belə yumşaq şəraitli, ən dəqiq qanuna uyğunlaşan bir ölkədir. Harada ki, insanlar bir-birinə aqressiyası belə müşahidə etmək çox çətindir. Yəni, istisna hallar olar. Amma o şəraitdə insan yenə də uyğunlaşamadı. Deməli, bu olduğu mühitlə birbaşa bağlı deyil. Bu insanın daxilindəki hazırlıqla bağlıdır. Hazırlıq da birinci növbədə bayaq qeyd etdiyim kimi qeyri-müəyyənlikdən qorxmasın. Əmin olum sonra edəcəm yox. Bax, təsəvvür edin ki, gənc insanlardır, dənizin qırağında böyüyür. Uşaqlıqdan bu yeniyetmələri, uşaqlıq dövründən, valideynləri daha doğrusu daha çox dənizin kənarına gətirir və orada suya tullanmağa öyrədirlər. Bu uşaqlar hələ heç nə dərk etmədən başlayırlar suya tullanmağa, qaçmağa, tullanmağa, suda boğulacağını ehtimal etmir. Bu qorxudan getmir. Ona görə yavaş-yavaş valideynin nəzarətində onlar üzməyə bacarırlar, üzməyə öyrənirlər. Onlarda bu suda olarkən belə qeyri-müəyyənlik qorxu yaratmır. Onlar uyğunlaşır. Gedir bir dərinliyə gəlib çatana qədər, ondan sonra getmir. Və çalışır o olduğu mühitdə deməli düzgün qərarlar versin, özünün rahatlasın orada. Rahat bir şərait yaratsın. Onda deməli bu insanlarda təşviş yaranmır. Amma digər tərəfdən bayaq qeyd etdiyim kimi mən baxım, mənə toxunmayın, üzməyə öyrənərəm, sonra gələrəm üzməyə. Yox, mən birinci gedim dayaz yerdə. Bu cür düşüncəli insanlar avtomatik nəyə göstərir? Həddindən çox ehtiyatlıq, yaşına, olduğu mühitə uyğun olmayan ehtiyatlıq. Bu birinci əlamətlərdir ki, bu uşaqda, bu insanda gərginlik yaranan məqamda təşviş pozuntusu yaranacaq. Biz artıq gələcəkdən belə deyək, proqnoz verə bilirik. Ona görə ki, insan olduğu mühitə uyğun olmayan şəkildə ehtiyatlıq edir. Yəni, dediyim kimi, Azərbaycanda, Bakı şəhərində böyüsün, dənizin qırağında böyüsün, insan gəlib 18-20 yaşına çatsın və üzə bilməsin, üzməyə bacarmasın, üzməkdən qorxsun, uyğun şərait deyil də. Dəniz kənarında böyüyən uşaqdır. Yəni, bu adam heç olmasa arada bir üzməli idi, haradasa gəzməli idi, dənizə girməli idi. Demək, eləcə də ola bilər ki, ünsiyyətçil valideynlərin utancaq bir övladı varsa. Deməli, burada haradasa bir səbəb var, bu pis vərdişin yaranması səbəb var. Bu bir növrədir. Bu olmağı mütləqdir. Amma ikinci vacib məqamlardan biri hansı ki, təşviş pozuntusuna bir təməl yaradır və terapiyada bu xüsusiyyətləri dəyişirik. Bax, insanın bu xüsusiyyətlərini dəyişəndən sonra ən aşağısı insan bilir ki, gələcəyi qeyri-müəyyəndir. Bax, bu saat həyatındakı olan hadisələr. Amma deyir ki, bilirəm. Amma biri var zehni şəkildə desin, biri var qəlbində bunu yaşaya bilsin. Deyir ki,
Mən bilmirəm nə olacaq sabah, amma məni bu narahat etmir. Çünki hal-hazırda mənim minimum ehtiyaclarımı ödəyəcək bacarıqlarım var, biliklərim var, tanışlarım var. Maraqlanıb yavaş-yavaş həll etməyə planlaşdırıram. Bu gün isə istirahət edirəm. Bugünün məsələsi deyil, sabaha saxlayıram. Yəni insan öz gələcəyini belə, öz gündəliyini belə özü sərbəst, müstəqil idarə edə bilirsə, təşviş yaranmır. Hansı hallarda təşvişi qıcıqlandıran Samira xanım bayaq trigger dedi, tətikləmək. Başqa cür trigger o tüfəngin tətiyi deyirlər. Başqa tətiyi dartırsınız, cış, atəş açılır. Bax bu trigger deyirlər psixologiyada. Yəni nə zaman birbaşa təşviş kimi görürük? Həyatında elə bir hadisə baş verir ki, o hadisələrin çərçivəsində nə edəcəyini qərar verə bilmir və oturub onu götür-qoy edir, nə edeyim? Bu insanlar adətən yeniyetmə dövründə ailənin daxilindəki maddi, mənəvi işlərə görə məsuliyyəti öz üzərinə götürür. Bax, ikinci məsələ məsuliyyətin o insana aşırı məsuliyyətin ötürülməsi. 13 yaşında, 14 yaşında xanımlar indi danışanda, təşvişli xanımların indi dialoqlarını aparanda Samira xanımla bəzən bir yerdə qəbul edirik. Əsasən diaqnostik qəbuldur. Soruşuruq və insan deyir ki, bəs mən 14 yaşımda olanda atam rəhmətə getdi, birdən-birə ailəm bütün maddi məsuliyyəti, bütün mənəvi məsuliyyəti mənim boynuma çökdü. Deyirəm, bəs ananız hardaydı onda? Başqa ailədə heç kəs yox idi. Var idi, bacım məndən yaşda kiçik idi, qardaşım ondan da kiçik idi. Bəs anam atam girəndən sonra halsız idi, taqətsiz idi, ömrü boyu işləməyib, deyir, belə deyirdi. Mən nə edə bilərəm ki? Mən ömrü boyu işləməmişəm, pul qazanmamışam. İndi biz nə edəcəyik? Yəni anası çox əlverişli mövqe seçib, məsuliyyəti öz boynuna qətiyyən götürməyən bir insan mövqeyində və bu çox hallarda elə olur. Bax, təsəvvür edin ki, hansı ailədə ki, ailə üzvlərindən biri qəflətən vəfat edir, o birisi də məsuliyyəti götürmür. Uşaqlar hələ hazır olmadan, hələ baxın, qeyri-müəyyənlik yaranır. Həyata hazır olmadan ailə məsuliyyətini öz boynuna götürməyə məcbur olur. Bu hallarda təşvişin yaranması qeyri-adi bir hal deyil. Yəni tamamilə 100% sağlam adamda belə, möhkəm adamda belə bu ola bilər. Niyə? Çünki 13 yaşında, 14 yaşında bir gənc oğlan yaxud xanım ailənin maddi yükünü daşımağa hazır deyil. Nə peşəkar bacarıqları var. Yəni sadə desək, hansısa bir peşə bilmir, iş bacarmır ki, gedib o işlə qazansın, ailənin bütün işıq pulu, yemək pulu hamısını təmin edə bilsin. Ya da ki, bir bələdçisi yoxdur ki, ona yol göstərsin. Üstəlik öz öhdəliyi var. Məktəbdə oxumalıdır, universitetdə oxumalıdır, bilmir ki, hansı tərəfə getsin. Bu insanlarda çox vaxtı şəxsi həyat qalır arxa planda. Onlar özləri qərar verir ki, bu ki, məsuliyyəti daşımalıyam, şəxsi həyatımı atıram kənara, sevgidir, eşqdir, bunlar hamısı kölgə kimi görünür bu insanlara. Yəni heç bəzən görürsən ki, cazibəli, yaraşıqlı bir xanımdır, soruşursan ki, neçə yaşın var, deyir 30 yaşım var. İndiyə kimi həyatında kimsə olubdu, eşq yaşamısan, deyir mən ona vaxtım olmayıbdı. Baxın, insan həyatı boyu sağ qalmaq üçün mübarizə aparır. Ona görə mübarizəyə başlayanda insan psixoloqa müraciət eləmir. Bu mübarizənin yolu nə zaman başladı? İstisna hallar bunlardır. Amma daha çox üzləşdiyimiz hallar. Misal üçün, xanım işləmir, hardasa 30-35 yaşlar arasındadır və onda təşviş pozuntusu başlayıbdır. Niyə? Ailə qurandan sonra eyni psixoloji proses baş verirdi. Sadəcə, belə deyək də, dekorasiyalar dəyişilir, amma daxilində baş verən proses eynidir. Bu insan müəyyən bir yaşa kimi oxuyubdur, təhsil alıbdır, universiteti bitiribdir, misal üçün, və sanki ailə həyatına hazır, fizioloji, bioloji hazırdır. Yəni, ailə qura bilər, ana ola bilər, hər cəhətdən uyğundur. Amma psixoloji hazırdırmı? Xeyr. Başqa bir ailəyə gedəndə, ailədəki olan baskı olanda, ünsiyyət problemi olanda özünü necə aparmalıdır? Bizdə tərbiyə prosesində çox vaxtı outsider psixologiyasıdır. Öyrədilər ki, sus, dili və qatda qoy qarnına səsin çıxmasın. Outsider, yəni uduzan, kənarda qalmış. Bu çox travmatik mövqeyidir. İnsan əgər heç bir nə mənəvi, nə psixoloji, nə fiziki hüquqlara sahib deyilsə, yəni belə deyək də, bastırılmış bir insandırsa, kənar bir insandırsa, bizdə də təəssüf ki, bir çox ailələrdə gəlinə məhz bu mövqe ilə baxırlar. Ona görə heç bir hüququ olmayan kölə yalnız susmalıdır və həm onu qane eləməlidir. Qaynanasını da, qaynadasını da,
yoldaşını da, hələ üstəlik qaynını da, hətta bütün Bəli. ailə stereotipi. Belə ailə stereotipləri olanda da o yenə də qeyri-müəyyən duruma düşür. Fikir verdiniz, hər şey hamı sağ-salamatdır. Amma ailə qurandan sonra onun üzərinə düşən aşırı dərəcədə məsuliyyətə hazır deyil. Həm yemək bişirməlidir, həm hamının şirin dillə danışmağa vaxt tapmalıdır, hamının qulaq asmağa vaxt tapmalıdır. Yoldaşa, yəni səhərdən saat 6-dan 4, hətta 24 saat yatmasa belə gün ərzində onun üzərinə ötürülən işlərin həcminin öhdəliyindən gələ biləcək qabiliyyətində deyil. Nə qədər də evdə hazırlasalar da. Və bunu sadəcə oturub riyaziyyat dəqiqliyi ilə hesablasanız ki, bax bu iş üçün səndən tələb olunanlar nədir? Hal-hazırda ailənizdə. Oturub hesablayırsan ki, hər bir şeyi görmək üçün 2 saat vaxt lazımdır. Məlum olur ki, 24 saat bəs eləmir. Bəs bu xanım onda nə hiss etməlidir? Əgər 24 saata mümkün olmayan, bu gecə heç yatmamalıdır. Bu insanın yazığın bir stəkan çay içməyə vaxtı olmamalıdır. Və istər-istəməz belə mühitdə nə qədər məsuliyyətli, nə qədər iş görən, qoçaq bir gəlin olmaq istəsə belə mümkün deyil. Çünki insandır, onun da istirahətə ehtiyacı var və istirahət edən məqamında başa düşür ki, işlərim hardasa yarısını çatdırmadı. Nə etsə də dəri qabaqdan Tənqid çıxsa da olunmaqdan da qorxacaq. Artıq və burada tənqid üzərinə tənqid, tənqid üzərinə tənqid insan gec-tez tənqidlər yağışında olarkən bu aşırı dərəcədə məsuliyyətin öhdəlindən gələ bilmədiyini hiss edir və ona görə vahimə tutur. Niyə görə vahimə tutur? Mən bu işlərin öhdəlindən gəlmirəm. Allah mənim axırım nə olacaq? Yəni başa düşür ki, belə başa düşür, situasiyanı belə qavrayır. Mənim bir gəlin kimi qane etmirəm yoldaşımı, qaynanamı, qaynatamı, baldızlarımı və s. və hamı mənə qarşı üsyana qalxır artıq. Yəni dözmürlərsə nə olacaq? Məni evdən qovacaqlar. Məni boşayacaqlar. Mən ata evinə qayıtsam nə deyəcəklər? Deyəcəklər qızım bacarıqsızdır və s. Və bunlara təsəvvür eləyəndə belə bu insan gözün qabağında bir səhnə yaranır. Hansı ki, onun üçün vahiməli bir durumdur. Aciz bir durumdur və oradan çıxış yolu yoxdur. Sanki bir cəhənnəmə doğru yol gedir. Yəni belə təsəvvür edir ki, mən artıq məni boşasalar, bundan sonra daha ağır olar durumum. Psixoloji baskıları nəzərdə tutulur. Fiziki zorakılığı demirəm. Ona görə də daimi vahimə içindədir. Nəyini çalışır? Çalışır ki, çatdırsın. Ailədə oturub konstruktiv müzakirə olunsa, iş bölgüsü düzgün bölünsə və mənəvi baskı əvəzinə dəstək mövqeyi olsa, avtomatik olaraq o tarazlıq bərpa olunur. Tarazlıq bərpa olunur, sakitləşir. Amma o demək deyil ki, təşviş pozuntusunun sığortası var. Bu durumda olmadı, sabah uşaq dünyaya gələndə eyni problem yaranacaq. Bax, sadəcə birinci övlad dünyaya gələndə xanımların çoxsunda təşviş pozuntusunun əlamətləri ən aşağısı 20-30% dərəcədə olur. 100% demirəm, belə ən ağır dərəcə deyil. Necə olur? Birdən-birə balaca bir körpədir, onun qayğısına qalmalıdır, özü yatmamalıdır. Onu vaxtı-vaxtında yedizdirməlidir, onu uzandırmalıdır və bütün məsuliyyət bizim ailələrdə, yəni 99% məsuliyyət qadın üzərindədir. Ona görə də bioloji cəhətdən də yəni ana daha çox öhdəlik daşıyır birinci yaş dövrlərində, birinci 3 il ərzində. Ona görə axı bilmir axı təcrübəsi yoxdur axı. Kimsə dünyaya gələndə uşaq böyütməyi öyrətmir axı. O uşağa südünü verməkdir, onu vaxt-vaxtında təmizləməkdir. Hər toxunuşda qorxur ki, birdən əlini bərk dartar, sümükləri çıxar yerindən, oynaqları nəsə olar zədələnər. Və bunun həyəcanı, bunun aşırı məsuliyyəti belə o həyəcan problemi olan qeyri-müəyyənlikdən qorxan insanlarda panika yaradır, daha kəskin. təşviş yaradır. Yuxusu pozulur, iştahı pozulur, daimi yorğunluq içində, yenə də gecə saat 3-də, 4-də gün ərzində bəlkə də 5 dəfə gecələr yuxudan durur. Gün ərzində də bir zombi kimi gəzir, deyirəm, bəzən zombi kimi görən adam gördüsə, kosmetikası yoxdur, özünə baxım zəifdir və həmişə daimi yorğundur. Gənc xanımdırsa, deyirəm, yəqin körpə uşağı var, zombi kimidir. Çünki ailə üzvləri tərəfindən dəstək olmayanda, tək başına olanda, təbii ki, orada istirahət və iş yükü arasında tarazlıq pozulur. Və niyə pozulur? Çünki insan düşünür ki, mən bir anlıq belə dayansam, fəlakət baş verə bilər. Övlada görə daşıdığı məsuliyyət katastrofizasiya bir vəziyyətdir. buna deyirlər, psixoloji cəhətdən deyirlər katastrofikasiya. Yəni ki, insan hansısa bir balaca bir xətasını belə böyük bir faciə gətirib çıxarda biləcəyini düşünür. Uşaqla bağlı münasibətdə qeyd edeyim ki, doğrudan da elə məsuliyyət var. Çünki əsasən birinci yaş dövründə uşağın hər bir məqamında problemli məqamlardır. Yəni hər zaman xəsarət ala bilər, hər zaman nəsə zərər çəkə bilər. Ona görə o hallarda
o təşvişin dərəcəsi müəyyən qədər bir çox xanımlarda olur. Hı hı. Bəylərdə o dərəcə biraz az olur. İndi xasiyyətindən də asılıdır. Eləsi var ki, heç var. Mən deyirəm, uşağın 6 yaşı olubdu. Deyirəm ki, bəs nə zamansa məsuliyyət, atalıq hissi, bu həyəcan yarandı. Deyir, yox, elə bilirsən, evdə bir nəfər yaşayan çoxalıb da elə bil. Günü-gündən elə bir şey doğmalaşıram. Yəni, niyə görə bu hiss yaranmır? Bu hiss anadan gəlmə peyvənd kimi vurulmayıbdır. Bu təbii ehtiyaclardan qaynaqlanmır. Bu insanın mənəvi dəyərlərindən qaynaqlanır birinci növbədə və ikinci növbədə onun deməli o məsuliyyət daşımağına görə. Uşağa görə heç bir məsuliyyət daşımayan ata səhər gedir işə, yazıqların əksəriyyəti elə işləyirlər də. Bax, kişilərin çoxusu səhər gedir işə, axşam qayıdır. Bütün günü işdə müştəri dalınca qaçır, onun dalınca qaçır, bunun dalınca qaçır, müdirin dalınca qaçır. İndi baxır harda işləyir. Və axşam yorğun vəziyyətdə gəlir. Hələ o yorğun durumunda belə olan ata nə etməlidir? O da bir dənə çörək yeyib hardasa uzanıb yatmaq istəyir ki, səhər ayılsın, ayıq getsin və bu hər gün davam eləyən işdir. Bugünkü iş mühiti insanlara həyatını yaşamağı yox, insanları deyir o minimum ehtiyacları ödəmək üçün qul kimi saxlayır. Ona görə bu sağlam həyat tərzidir. Biz indi müəyyən qədər çalışırıq ki, bu tarazlığı dəyişək öz ailəmizdən aşağı. Bax, indi təsəvvür etmirəm ki, səhər işə gedib axşam qayıtdığım vaxtlarda mən necə yaşayırdım? Həyatın hansı hissəsini mən yaşayırdım? Mən iş həyatını yaşayırdım. Ona görə də insanların ailədə də qadın-kişi münasibətində misal üçün soyuqluq yaranır. Bir-birinə doğmalıq hissi itir. Çünki mən işdə işləyirəm, pul qazanıram, orada mənim vacib öhdəliklərim var. Mən ona görə bir şəxsiyyətəm cəmiyyətdə, qazancım da var. Amma evə gəlirəm, mən evdə artıq sadəcə qazandığımı xərcləyirəm, özü borcluyam xərcləməyə. Ona görə o mənəvi dəyərlər də, ailə dəyərləri yavaş-yavaş başlayır arxa plana keçməyə. Və qadın-kişi arasında o doğmalıq, asudə vaxtını bir yerdə keçirmək, əylənmək günü-gündən azaldıqca bu ailə həyatını çökdürür, hətta mənəvi cəhətdən çökdürür, emosional cəhətdən çökdürür. Üstəlik məsuliyyət öhdəlindən gələ bilmirsə, deməli məsuliyyətin bölgüsündə problem var. İnsan daimi həyəcan içindədir. Hamı ilə mübahisə etməyə hazırlığındadır. Bir dənə qığılcım olsa, bir dənə nəsə söz desəniz, partlamağa hazırdır. İstəyir qadın, istəyir kişi. İndi uşaqla bağlı olanda kənarda günahkar tapa bilmirsiniz. Hə, ona görə qadın başlayır öz-özünə yükləməyə o aqressiyanı ki, mən necə anayam ki, bunu da bacarmadım və keçdikcə bu təşviş, həyəcan, məsuliyyətə öhdəyə gələ bilməməyi onu depressiyada sala bilər. Yəni burada təşvişdən sonra yaranmış depressiyadan bəhs edirik. O da psixoloji. Fikirlərin çox olması. Bəli. Məsuliyyəti daşıya bilmədiyinə görə. Yəni situasiyalar dəyişilə bilər, amma prinsip eynidir. Deməli, qeyri-müəyyənliyi daşıya bilməyən bir şəxs, ona hazır olmayan və qeyri-müəyyənlikdə uyğunlaşmaqdan daha çox, həddindən çox aşırı məsuliyyəti öz üzərinə götürmək vərdişi, bu iki pis vərdiş, koqnitiv təfəkkür, insanın çıxılmaz bir durumda olmağının təminatıdır. Yəni, bax, bu iki vərdişi dəyişilməsə, bu insanın istəyir 40 yaşı olsun, istəyir 50 yaşı olsun, daha da günü-gündən həyəcanı artır. Niyə? Problem yarandı, məsuliyyəti öz üzərinə götürür. Məsuliyyəti özünə götürür, onsuz da çatdıra bilmirdi. Hələ biraz da məsuliyyət götürür. Və artıq biraz da hər dəfə stres yaşadıqca biraz da özgüvən düşür aşağı, biraz da yorğunluq, taqətsizlik yaranır, yenə də işi çatdıra bilmir. Hal-hazırda mənim tanıdıqlarım, yəni bu pasiyentlər deyək də, klassik təşvişli xanımlar arasında işgüzar xanımlar çoxdur. Baxın, iş dünyasında uğur qazanmış, pul qazanan, ailəsinin bütün maddi ehtiyaclarını təmin edən, amma işdən evə gələndən sonra qızınla oturub söhbət eləməyə taqətsiz olan, həvəssiz olan, nəsə yemək pişirir, süfrəyə düzür, deyir, yeyin, mən uzanım, yatım biraz. İstirahət günləri, şənbə, bazar günləri, iş olmayan vaxtı o özünü xoşbəxt hiss edir ki, doyunca yata bilər. Xanımın birinci nikahından sonra olan bir durum hələ də davam edir. Amma hətta birinci nikahında da təşvişin əlamətləri var idi. Çünki həddindən çox gənc yaşından maddi və mənəvi məsuliyyəti ailə üzərində o daşıyırdı. Yəni, faktiki olaraq biz nə edə bilərik? Birinci növbədə insan başa düşməlidir ki, nə edim sualın içində, bax, mən bu vəziyyətdəyəm, nə edim? Birbaşa get, su iç ya da hansı bir meditasiya ilə sənin təşvişin keçəcək deməyi, bu bayağı məsləhətlər insan qəlbinə, ruhuna heç bir aidiyyəti yoxdur. Su iç, bu psixologiya deyil. Ruhla əlaqəsi yoxdur. Su bədənə aidiyyəti var. Ona görə diqqəti yaymaq üçün metodlar, birinci növbədə təşvişdə
təşvişi pozuntuların hamısında var diqqəti yaymaq üçün metodlar. Yəni hal-hazırda insan gərgin, həyəcan yaşayan vaxtda, panika durumunda onun diqqətini o mövzulardan yaymaq onu sakitləşdirməyə bərabərdir. Bəli, o zaman təhlil etmək mümkün deyil qəti Təhlil etmək şəkildə. mümkün Yəni deyil. niyə görə sən bu vəziyyətə düşmüsən sualı vermək Danışmaq ümumiyyətlə yeri deyil. yersizdir. İnsan panikada olanda bəzən yəqin görmürsünüz, insana bəzən belə emosional stres faktorlardan istifadə edir. Hətta bəzi durumlarda deyilir panika durumunda hansısa bir fəlakət qarşısında olanda insan özünü itirəndə bir dənə şillə vururlar. İnsan özünə gəlsin deyir. Reaksiya, Niyə? somatik Bax bunu reaksiya. tez edir ki, şillə vurdu ki, özünə gəlsin. Niyə özünə gəldi? Burada İndiki şillə vəziyyət. müalicə metodu deyil də, aydın məsələdir. İndiki vəziyyətə qaytarmaq üçün. İndiki hal-hazırda İndiki saniyəyə. diqqətini onu həyəcana salan fikirlərdən yönləndirməyə başqa istiqamətə. Aşıq şillə vuran insanı doğru, sən nə edirsən? Məni vurdun, öldürərəm səni deyəndə deyir, heç olmasa belə ol nəysə, özünə qapanmaqdansa. Eləcə də ətrafdakı 5 yaşayanı saymaq texnikası var. Həyəcan, təşviş başlayanda, bax, panik atak olan insanlarda Bayaq onu sadalayır. onu neyinirsiniz? Ətrafda baxar texnika müxtəlif variasiyaları var, amma prinsip ondan ibarət ki, ətrafınızda xoşunuza gələn 5 obyekt tapırsınız. Vacib deyil. Bax, pəncərəyə yaxınlaşırsınız, pəncərədən baxırsınız. O birisi binanın üstündəki, misal üçün bir dənə işarə var. O xoşuma gəldi. İkinci, üçüncü, beşinci. Diqqətini belə ayırsa, ayrı-ayrı məsafələrdə olan əşyalara yetərlidir. Avropada tez-tez populyar və texnikalardan biri buna oxşar texnika. Kibriti yandırırlar ya da alışqanı yandırırlar. Deyirlər, odun içinə bax, odun içində neçə rəng görürsən. Yəni, diqqət yaymaq məqsəd daşıyır da. Bəli, Bunların bəli. hamısının terapiya heç bir aidiyyəti yoxdur. Ya da ki, kağız paketə nəfəs almaq. Yəqin görmüsünüz, deyirlər ki, kağız paket götürmək və filmlərdə, hətta təyyarələrdə istifadə edirlər ki, gördünüz ki, panika başladı, həyəcan Nəfəs başladı. al. Götür o paketin içinə nəfəs alır. Bu cür hər hansı bir ritual, hansısa bir hərəkət etməyi özü həyəcandan diqqətini yaymağa bələddir. Bu bir. Bu hərəkətin özü ritualdır da hesab edin. Üstəlik tənəffüs o paketin olanda orada oksigen azalır, karbon qazı artır. İnsanın başı gicəllənməyə başlayır. Bir qədər sakitləşdirici müvəqqəti təsir daşıyır. Bəzən bəs eləyir. Məsəl üçün təyyarədə panika başlayanda situativdir də, yəni bir müddətdən sonra keçəcək. Ona görə o paketli nəfəs alıb insan baş gicəllənirsə, hərdən deyirlər ki, oksigen maskasını tax, o da gicəlləndirmək üçündür. Ya da hansısa spirtli içkilər verilir, indi hətta viskilər verilir bu biznes klassda. İnsan niyə görə onu qəbul edir? Müvəqqəti təsir olduğuna görə. Təyyarə gəldi, endi, insan çıxdı, getdi, bir də yadına düşməyəcək. Liftdən qorxan insanlar bunu eləyə bilmir. Ona görə ki, hər gün liftlə qalxmalıdır. Təyyarə ola bilər indi ildə bir dəfə istifadə eləsin. Amma liftlə bağlı olan həyəcanlar bu spesifik fobiyadır. Həyəcan tək təşvişə deyil, bir situasiyaya bağlıdır. Amma məzmunu orada da həyəcandır. Amma mən sizə üzr istəyirəm, bu məqamda qeyd etdim ki, bəzən insanlar düşünürlər ki, bu spesifik fobiyadır konkret olaraq da. Bax, misal üçün də mən harasa təyyarədən uçmaqdan qorxuram, yüksəklikdən qorxuram. Lakin həmin o məqamlarda o yaranmış o simptomlar ki var, o qorxu anında, o yaranır o panika durumu. Əslində insan həmin anda öz həyatına görə qorxur ki, ölüm qorxusu baş verəcək. Çünki o simptomlardan onlara qarşı reaksiyası çox kəskindir. Sanki həyatın müəllifi öz həyatını idarə etmir, öz həyatının müəllifi deyil. Bax, o məqamda öz həyatına görə mühərriki itirdiyini hiss eləyəndə insan, o qeyri-müəyyənlik onu aşırsa və öləcəyini qorxursa, çünki insan əgər öz həyatını idarə etmirsə, birinci növbədə bizim yaşadığımız qorxu həyəcan qorxusudur. Məndən asılı olmayan şərtlərdir, məndən asılı olmayan şəraitə düşmüşəm kimi ifadələr də bu sanki bir tilsim kimi insana təsir edir. Məndən asılı deyilsə, deməli mən hansısa qeyri-müəyyəni axarla gedirəm. O zaman qorxu yaranır. Əcəl hara aparır, aparsın, amma əcəl aparır deyirlər də. Kökündə həyəcan artıq başlayıbdır. O da sadə bir məsələlər olsa, misal üçün universitetə qəbul olub insan, dərsləri yaxşı getmir, hansısa müəllimlə yola getmir. Həyəcanı ola bilər, narahatlığı ola bilər, o dərsə girmir və nəticədə bilir ki, axırı olacaq, harada qırılır qırılsın. O insan bunu deyəndə, deməli, biz başa düşürük ki, həyəcanı var, amma onun yekun olaraq nə olacağını düşünəndə birinci onu düşünür ki, universitetdən qovarlar uzaqbaşı, qovsunlar. Yəni, o ən böyük yekun olaraq zərər çəkə biləcəyini dözə bildiyini düşünür. Ona görə də əhəmiyyət vermir. Bu da təşvişdən qaynaqlanır. Məsuliyyəti daşıya bilməkdən imtina etməyə. Amma insan düşünəndə ki, bunun nəticəsində məni öldürə bilərlər ya da ölə bilərəm, hansısa bir ağır bir problemlə üzləşir.
onda artıq biganə qala bilmir. Onda deyə bilmir ki, hara gedir, harda qırılır qırılsın, hara gedir getsin. Ona görə biganə qala bilmir, çünki başlayır həyəcan yaşamağa. Bunun təşvişin ümumiyyətlə, bayaq dediyim kimi situasiyadan asılı olmayaraq iki bir növrəsi var. Bir, qeyri-müəyyənliyə hazır olmamağı, ona görə gələcəklə bağlı hansısa qeyri-müəyyən olanda məqamlar həyəcan artır və o həyəcanı dözə bilmir. İkincisi, deməli, məsuliyyəti öz üzərinə götürmək, hətta məsuliyyəti daşıya bilmədiyi durumda. Sadəcə sadə misallar da deyə bilərəm. Gənc bir xanımdır, CV yazıbdır, sənədlərini göndəribdir bir neçə şirkətə, amma cavab gəlmir. Heç bir cavab gəlməyib. Heç kəs cavab geri dönüş eləməyibdir. O xanım bir ayın ərzində yaşadığı stres, həyəcan onu ağır dərəcədə təşviş pozuncusuna salır. Deyirlər ki, bax, görürsünüz, şirkətlər elədi. Şirkətlər heç dənəmədilər. Çünki ona heç kəs cavab da vermədi. Amma onun deməli kökündə o bayaq dediyim qeyri-müəyyənlik və öz gələcəyi ilə bağlı məsuliyyəti. Bu bir dənə CV yaza bilərdi, başqa nə edə bilərdi? O bildiyi budur. Və onun üzərində də CV-ləri göndərir, amma nə olacağını bilmir. Qeyri-müəyyənliyin içində gözləyir, bir ay gözləyir. Hər gün görürsən o, hər gün açıb poçtanı yoxlayır, 2 dəqiqədən bir telefonla danışır, telefona baxır görüm yeni bir email gəlib gəlməyibdi. Ora baxır, zəng gəlməyibdi. Və bu bir ay bunu gözləyəndən sonra, bir aydan sonra tükənir, artıq başlayır vahimə yaşamağa ki, mən acından öləcəm. Mən xəstələnib öləcəm. Və bu cür fikirlər beynində dolmağın səbəbi nədir? Öz həyatını idarə edə bilmədiyini dərk etməyi. Aha, onda deməli işə düzəlməklə bağlı olan məqamlarda kiçik bir maarifləndirmə onu o situasiyadan xilas edə bilər. Bu da deməli situasyon yanaşmadır. Deməli bayaq dedim diqqətdən yayma metodları. Bir də var situasiyanın. Yəni bu şəraitdə buna həllinə köməklik göstərə bilərik, amma başqa şəraitdə yenə də təşviş yarana bilər. O demək deyil ki, şəraitə uyğun deməli yanaşmış terapiya, lokal terapiya. Bu pis bir yanaşmadır. Yox, çox da yaxşıdır. Qısa müddətli bəzən bəlkə də heç gəlməyəcək. Bayaq dedim təyyarə ilə qorxu ilə bağlı. Əgər yalnız təyyarədən qorxursa, bir dəfə məşq etdirirsiniz, problem həll olur. Tək liftdən qorxur. Bir insan yalnız liftdən hündür mərtəbəli binaya qalxmağa qorxur. Bir neçə texnika ilə, bir neçə məşqə onu aradan qaldırmaq olursa, nə gözəl. Amma daha genişdirsə, çoxlu sayda təşvişləri varsa, belə qısa müddətdə hansısa bir texnika ilə olmur, artıq onun təfəkkürünü dəyişmək lazımdır. Onun vərdişlərini dəyişmək, düşüncə vərdişlərini, həyəcanlanmaq vərdişlərini, hər şeydən oflanmasın, hər şeydən qorxmasın. Həyəcan olanda o həyəcanı rahatlıqla yaşaya bilsin. Bax, misal üçün, situasiyalardan birini deyim, eşq həyəcanı. Bilirsiniz nə qədər çox, eyni prosedurdur, eyni. Bax, insan bir-birindən xoşu gəlir, amma ünsiyyət bacarığı yoxdur. Hisslərini ifadə edə bilmir. Nəyə yaşayır? İstir gənc xanım olsun, istir gənc oğlan olsun. Gənc yaşlarında hamı bu mərhələni keçir. Səsini çıxartmır, o insan gələndə həyəcan tutur. O insan yaxınlaşıb nəsə istəyəndə ürək döyüntüsü çırpınır. Deyir, vay Allah, birdən bilsə ki, mən onu sevirəm, mənə nə olacaq? Yəni, baxın, sevgi hissləridir kökündə duran. Amma yenə də birincisi qeyri-müəyyənlik içindədir. Görəsən nə olacaq? Görəsən başa düşəcək? Görəsən işarə verilmə ona? Başa düşsün ki, mənim xoşuma gəlir. Birdən o bilər, başqaları bilərlər, biabır olaram, nə deyərlər mənim barəmdə. Bu cür fikirlər qorxuzdurur. Və nə qədər çox uzanırsa, mən düz eləmədim, bu mənim səhvim idi, mən vaxtında gərək belə eləyəydim, vaxtında belə eləyəydim. Bu cür fikirlər çoxalır və sevgimi itirdimizə həyat mənasızdır. Sevgisiz, yəni başqasını seçdirsə, mən deməli onun üçün uyğun deyirəm. Bu cür fikirlər aşırı dərəcədə böyüyəndə katastrofikasiya, yəni son həddə çatdıracaq bir fikirlə bitirsə, insan onun həyəcanın altında deməli, aciz hiss edir özünü və ona görə də həyəcanı bitmir. Deməli, düşüncə tərzini dəyişmək lazımdır. Lokal olan məqamlarda, situasiyalara bağlı olanda hansısa bir şəraitdə demək olar ki, bayaq dediyim kimi, situasiyaya qarşı reaksiyasını dəyişmək. Məsəl üçün, maarifləndirici iki insana sən bildiyin kimi deyil, əgər işə düzələ bilmirsənsə, CV göndərmisənsə, birinci növbədə düşünmə ki, sən heç kəsə lazım deyilsən, sən iş tapa bilməyəcəksən, sən acından öləcəksən, fikirləri vaxtından tez qərar vermirsən. Bax, CV-nin qurulması qaydası var. Harada iş elanlarına baxmaq lazımdır, hansısa şirkətlərə baxmaq lazımdır. Biraz belə maarifləndirici məlumat verəndən sonra işə düzəltməklə bağlı məsələ həll olunur. Müraciətlər gəlir, deyir, mənə dəvət elədilər, xoşbəxt hiss edirəm özümü, mən getdim, işə düzəldim, artıq mənə normal bir maaş veriblər, mən çox gözəl kollektivə düşmüşəm. İnsan sanki problemi həll olduğunu düşünür və psixoloqa bir də müraciət eləmir. Uzun bir müddət, 1 il, 2 il.
bəzən 3 il. Amma bu dövrün ərzində yenə də başlayır onda təşvişlər. Niyə? O situasyon yanaşma ayrı-ayrı şəraitdən, şəraitə aid olaraq mövqeyini dəyişdik maarifləndirməyin hesabına. Amma xasiyyəti dəyişilmədi axı. Siz xasiyyət dediyiniz biz vərdişləri deyirik. Həyəcan yaşamaq, hər şeyi böyütmək öz gözündə. Biz bunu çox vaxtı şəxsi keyfiyyətlərə bağlayırıq. İnsanın şəxsi keyfiyyətləri o deyil. Mənəvi dəyərləri o deyil. Misal üçün, mən ünsiyyətçiyəm. Bu mənim şəxsi keyfiyyətimdir. Amma hər şeydən həyəcanlanıramsa, hər şeydən əsəbləşirəmsə, bu mənim şəxsi keyfiyyətim deyil. Belə şey ola bilməz. Hər şeydən insan əsəbləşə bilməz. Deməli, onu əsəbləşdirən səbəb yaxındadır, hardasa yaxındadır. Deyə bilərsiniz. Zarafat elə. Mənə evli dövründə hələ əsəbləşdirən olmayıbdı. Hətta zarafatımız var. Mən deyirəm ki, misal üçün, məni tanıyanlar gənc dövründə məni tanıyan deyir ki, hərdən sərt cavab verirdi, hərdən əsəbi olurdu. Samira xanım deyir, doğrudan, mən deyir ki, bunu əsəbləşdiyini görməmişdim axı. Yəqin mən fikir verməmişəm. Yəqin əsəbli olanda evdə olmur da. Amma sonra Allah ölənlərinizə rəhmət eləsin. Rəhmətli anam dedi ki, qızım artıq əsəbləşdirən yoxdur da ona görə. Yəqin kimsə yanında var ki, sakitləşdirir. Ona görə də çox istəyirdi. Deyirdi ki, bəs deməli əsəbləşdirən yoxdur ki, doğrudan evdə qayğı, sevgi görəndə insan əsəbləşməlidir ki. Amma xırda-xırış belə xüsusiyyətdə əsəblik yarada bilərdi. İnsanda sərt cavab verə bilərdi. Sərtlik, baxın, xasiyyətdən irəli gəlir, bəli. Mənim tələbələrim hətta deyirlər də, bəzi şeylərdə əqidədə sərtəm. Əqidə baxımından okey. Amma bu mənim xasiyyətimlə bağlı deyilsə, Yerində. bu da normal haldır. Amma reaksiyalar misal üçün olur. Bir var ki, mən sərt reaksiya göstərirəm də, bilirəm ki, nə istəyirəm. Bir də var ki, mən o reaksiyaları göstərəndə özümdə əziyyət çəkirəm. Artıq özüm əziyyət çəkirəmsə, deməli mənim içimdə məni narahat edici fikirlər nədənsə qaynaqlanır. Şəxsiyyətinə bağlı deyil. Bu artıq Ona problem. xasiyyətidir belə demək düzgün deyil. Xasiyyəti odur ki, insan misal üçün eləyir, düzgün elədiyini hesab edir və ondan da razıdır. Amma Var. cəmaatı narahat eləyir. Evet. Ona deyilir ki, pis xasiyyəti var. Amma pis vərdişlər var, hansı ki insan eləyir, özü ondan məmnun deyil, xoşbəxt deyil. Amma təkrar onları eləməyə məcburdur. Elə ölüm qorxusu da ora daxildir, həyəcan da ora daxildir. İnsan heç vaxt xoşbəxt deyil ki, demir ki, əcəb edirəm, qorxuram. Elə bir hal yoxdur. Hətta əcəb edirəm deyənlər də xoşuma gəlmir insan kimi. Bu şəxsi keyfiyyətlərə bağlıdır. Deməli, bayaq dediyim kimi, ünsiyyət şəxsi keyfiyyətlər, xasiyyət deyil. Onu dəyişmək olar, təfəkkürü də dəyişmək olar. Necə ki, insana səhnə qarşısında çıxış eləyə bilməyən insana məşq keçirəndən sonra səhnə qarşısında gözəl natiq çıxışlar eləyə bilirsə, deməli, o bacarığı öyrətmək olursa, eləcə də insanı qorxmamağa, məsuliyyəti özlərinə götürməyə, o götürdüyü məsuliyyəti daşımağa, axıra çatdırmağa işləri, eyni zamanda istəmədiyi halda onun boynuna kimsə məsuliyyət qoyanda, şəxsi hərəkətlərini keçəndə, üstünə təzyiq eləyəndə o məsuliyyəti götürməməyi, yox deməyi də bacarmağı öyrənməsi, bu psixoloji bacarıqlardır. Təbii ki, onlar ümumi şəkildə deməmizə baxmayaraq, hər insanda onun təfəkküründəki o vərdişlər hansılar ki, o duruma gəlib salıb, çıxılmaz duruma gətirib çıxardıb da. Bax, o duruma gələn onun şəxsi məntiqini araşdırmaq lazımdır. Universal bir düstur, fərdi terapiya. Təşviş pozuntularında qrup terapiyası o qədər faydalı olmur. Çünki insan ürəyinə istədiyi kimi rahat açıb deyə bilmir bir çox şeyləri. Yetkin insanlarda, eşqgüzar kişilərdə mən görürəm, eyni problemi özləşirik. İnsan deyir ki, ailəmə görə nigaranam. Qorxuram, gözümün qabağına fikirlər gəlir, gözümün qabağına səhnələr gəlir ki, mənim ailəmə, ailə uşaqlara, yoldaşıma, valideynlərimə nəsə olub və mən yanına ardına deyirəm, mən çatdıra bilmirəm. Bu belə fikirlər beynimin tez-tez olur. Çox pis oluram. Əsasən də övladlarımla bağlı olan səhnələr olanda hərdən kövrəlib, hətta gözlərim yaşarır, ağlamaq istəyirəm, amma özümü güclə toparlayıram. Çünki bu fikirlər məni tərk etmir. Bu təşvişli pozuntudur. Amma səbəbi nədən qaynaqlanır? Çünki insan məsuliyyəti öz üzərinə götürüb daşıyır, amma başa düşür ki, hər zaman belə davam edə bilməz. Tarazlıq pozulubdur. Xroniki yorğunluq var. Xroniki məsuliyyət daşımaq var. Qəlbən dincələ bilmir. Çünki məsuliyyəti kiməsə ötürəcəyi yoxdur. Misal üçün, insandan soruşanda ki, ən çox səni qorxuzduran nədir? Mən olmasam, mənim ailəm batacaq. Bax, bu mən olmasam, mənə bir şey olsa, mən ölsəm, ailəm batacaq. Panikadır da. Bəli. Elə istənilən insana desən ki, bilirsən, qəza baş veribdir. Yəni, Allah göstərməsin, kiməsədən məsəl üçün, kimsə xəbər versə ki, bilirsən, qəza baş veribdir, sən ailən orada
həlak olubdu, o insanın həmin anı necə yaşayacaq? Vay mənə, ola bilməz, Allahım, ola bilməz, mənim övladlarım heç nə olmamalıdır, nətər olar? Yəni bu yaşadığı həyəcan, reallıqda yaşadığı həyəcan, təsəvvür edin, həqiqətən belə hadisə olsa, bu insanın daimi yaşadığı həyəcandır. O insan gözünün qabağında bunu canlandırır deyən, artıq bunu yaşayır ki, mənim ailəmi bu gözləyir. Mənim ailəmi belə bir fəlakət gözləyir. Mən olmasam batdılar, acından ölərlər, küçədə qalarlar, dilənərlər, xəstələnirlər. Başlayır beyin bunu inkişaf etdirməyə. Niyə? Çünki məsuliyyəti yegana daşıyan özüdür. O məsuliyyəti daşımağa artıq səbir götürə bilmir, Hı çatdıra hı. bilmir. Başa düşür ki, ailədə bu tarazlıq pozulub. Yetkin insan bir dənə özüdür. Yəni psixoloji cəhətdən məsuliyyət daşıyan insan özünü yetkin insan kimi hiss edir. Başqalarını bir uşaq kimi, yeniyetmə kimi hiss edir ki, ondan gözləyirlər. Deyir, hamı mənim əlimə baxır, hamı məndən gözləyir. Ona görə də insan rahatlaşa bilmir, komfort tapa bilmir, dincələ bilmir qəlbən. Bəli, Fiziki bəli. dincəlsə də zehni və ruhu dincəlmir. Təbii ki. Yəni hadisələr çox sağ olun Kənan müəllim. Hadisələr əslində çox ola bilər. Hı. Yəni baxın xanım da yazır ki, mən arıdan da qorxuram, yüksəkliyə baxanda da qorxuram. Elə bilirəm ki, indi yıxılıb öləcəm və yaxud da ki, arı məni sancacaq. Yəni ətrafımızda bizim qorxumuzu stimullaşdıracaq faktorlar çox ola bilər. Əsas məsələ burasındadır ki, insanlar o həyəcan, təşviş anında çox vaxt özləri ilə əlaqəli o qorxunc səhnələri canlandırırlar deyənə, o simptomları kabus qədər belə deyim böyüdürlər. Birdən mənim bu simptomlarım mənim ölümə səbəb ola bilər. Çünki sizin verdiyiniz reaksiyalar, həm hadisələrə qarşı göstərdiyiniz hansısa bir davranış modeli, bunlar hamısı sizin təfəkkürünüzdən formalaşan bir amillərdir də. Ona görə bu düşündürücü prosesləri tədricən tənzimləmək, onları araşdırmaq, ilk öncə psixoloji diaqnostikadan keçmək niyə görə vacibdir? Sizin bu fikirlərinizi yaradan səbəbləri araşdırmaq lazım olacaq. Niyə görə bir misal üçün vəziyyət qarşısında 2-3 nəfər fərqli cür reaksiyalar göstərirlər də. Hətta qorxuya qarşı fərqli reaksiyalar. Vur, qaç, don. Yəni bu insanın içində yaranmış, özünə aid olan mənfi fikirlər, həyata qarşı etibarsızlıq, insanlara qarşı, iş mühitinə qarşı neqativ fikirlər o qədər çox olur ki, o fonda da insanda artıq gələcəklə bağlı kabuslar daha da çoxalır. Nə baş verəcək? Sonda deməli fəlakət olacaq. Nə olacaq? Sonu o qədər də yaxşı olmayacaq. Belə insanın hətta adi bir adrenalin gördüyünüz kimi adrenalin həvəskarları var, amma bəzi insanlarda bu adrenalin hissi artıq qorxunc bir mənzərələr yaradır. O bugünkü bizim görüşümüzdə nə əldə etdik? Çox qəşəng oldu ki, bizim Kənan müəllim də gəldi, öz fikirlərini söyledi. Əslində çox istərdim ki, o da bugünkü görüşdə iştirak etsin. Çünki bilirəm ki, bu mövzu o qədər geniş bir mövzudur ki, kimi dindirirsən, hamı həyəcandan və təşvişdən əziyyət çəkir də. O baxımdan istəyirdim ki, Kənan müəllim də iştirak etsin və o da vacib fikirləri sizə söylədi. Və bilirəm ki, suallarda var, fikirlər də yazılır. Əgər kimsə konkret indi bir narahat edici bir sualı varsa, buyurun, verə bilərsiniz. Bir sualda cavablandırarıq. Sonra yekun olaraq fikirlərimi bildirmək istərdim. Uzaq yerə gedəndə. Baxın, gördüyünüz kimi fikirlər, belə deyim də, çox ola bilər. Sizin üçün qorxudacaq, sizi narahat edəcək çox hadisələr ola bilər. Əsas məsələ burasındadır ki, siz bu reaksiyalarınızla işləyəsiniz. Bu davranışa sizi səbəb olan fikirlərinizi tapasınız. Simptomlardan, bax, bugünkü bizim müzakirəmizin əsasında əsas, belə deyim, vacib alqoritm nədir? Düşüncə alqoritmi. Mənim hal-hazırki yaranmış təşviş, həyəcan simptomlarım qorxuducu bir vəziyyət deyil. Birinci, onlarla düzgün davranmalısınız. Bəli, diqqətinizi yayındıracaq çox texnikalar var, hansılar ki, rahat istifadə etmək olar, vərdiş etmək olar, dərhal fikrinizi yayındırmaq, diqqətin səmtini dəyişmək. Amma hətta bunu edərkən belə bunu təhlükəli bir vəziyyət kimi qarşılamamalısınız. Çünki hətta nəyisə nəfəs almaq, paketə nəfəs almaq, nəyisə edəndə və yaxud da ki, su içmək lazımdır, kimsə köməyə çağırmaq lazımdır. O təcili yardım üçün kimlərisə, nələrisə cəlb etdikdə belə siz bu təhlükəni böyütmüş olursunuz. Amma əksinə etmək lazımdır. Təhlükə yoxdur, simptom var.
və bu simptom indi hal-hazırda mənim üçün heç bir qorxuducu bir vəziyyət yaratmır. Mən indi sadəcə olaraq bu hisslərə özümü kökləməməliyəm, mən diqqətimi yayındırmalıyam, nəsə etməliyəm. Belə-belə siz artıq o prosesdən özünüzü uzaqlaşdırırsınız, amma dediyimiz kimi bu həlli yolu deyil, mütləq psixoloji olaraq düşüncə tərzi ilə işləməlisiniz. Sizə xudahafizləşirəm, siz istəyirsiniz. Çox sağ olun, Başa. Kənan müəllim, minnətdaram. Hal-hazırda bizi canlı yayımda da izləyənlər var idi da və soruşurdular, müxtəlif suallar da verirdilər. Hətta misal üçün də uşaqla bağlı olan davranış modeli ilə bağlı da bugünkü bizim görüşümüz bir başqa məqsəd daşıyır. Məqsəd təşviş, həyəcanla mübarizə aparmaq deyil, dostlaşmaqdır. Bir növ ona görə sizin bu suallarınıza cavab verə bilmədim. Necə qoşula bilərsiniz? Xatırladım ki, bizim bir açıq qrupumuz var. Yeri gəlmişkən hal-hazırda o qrupda iştirak edənlər qrupu tərk etməyə də bilərsiniz. Çünki düşünürəm ki, mütəmadi olaraq bu açıq qrupda bəli, elə onu deyirəm ki, istəyirəm ki, belə bir təlimləri tez-tez keçirdim. Həm maarifləndirici olsun. Çünki fərdi konsultasiyalar, fərdi terapiyalar başa düşürəm ki, hər kəs də qatıla bilmir. Amma nə qədər önəmli olsa da, vacib olsa da insanlar bu mövzularda müxtəlif narahat edici vəziyyətlərdə maariflənməlidirlər düzgün formada. Ona görə çalışaraq həmin o açıq qrupda tez-tez belə görüşlər keçirək. Bəlkə də başqa bir mütəxəssislər də dəvət edə bilərik. Onlar da bir təlimlər keçirərlər. Lakin sırf həyəcan, indi təşviş vəziyyəti ilə bağlı panik atak keçirdən insanlar, gecələr yata bilməyən, bütün həyatları kabusa çevrilənlər, siz bu vəziyyəti belə, yəni bu vəziyyətlə yaşamağa yəni məcbur deyilsiniz. Çalışın vəziyyəti özünüz bir əmək sərf edərək, öz düşüncələrinizlə özünüz işləməyə başlayasınız. Çünki nə qədər olsa kənardan gördüyünüz kimi həkimlər, tibbi müdaxilə heç bir nəticə vermir. Çünki proses düşündürücü proseslərdir. Nə sualınız olarsa, açıq qrupda yazışmanı bağlı saxlayıram ki, heç kimi narahat etməsin. Amma hətta mənə sosial şəbəkədə də fərdi yazanda da, hətta bizim psixoterapiya səhifəmiz var, o nömrəmiz var, o da qeydiyyat nömrəsidir. Orada bəzən suallar olur, geri dönüşlər də edirəm, cavablandırıram da. Çalışıram insanlar sadəcə o çıxış yolunu düzgün bir formada görə bilsinlər. Şəxsi terapiya isə önəmlidir. Açıq təlimlərimiz tamamilə ödənişsizdir, lakin fərdi konsultasiyalar istəyərsinizsə, hal-hazırda həftə içi əyani şəkildə də, onlayn şəkildə də mən qəbul keçirirəm. Bizim ünvanda Caspian Business Center 9-cu mərtəbədə yerləşən kabinetdə keçirilir, rahat bir şəraitdir, yəni heç kimi narahat etmir. Ümumiyyətlə, sosialfobiyadan əziyyət çəkən insanlar da çox vaxt çalışırlar ki, böyük bir mərkəzlərə getməsinlər, onları bu narahat edir. Hətta onlayn formatda belə çox vaxt qatılanda deyirlər ki, kameranı açmaya bilərəmmi? Lakin hər bir dəyişiklik kiçik addımlardan başlayır da. Mikrofon. Səsim gəlirmi? Üzr istəyirəm. Qəfil dondu, texniki problem yarandı. Səsim gəlirmi? Aha, tamam. Yəni insan əgər həyatında bir dəyişiklik etmək istəyirsə, o kiçik addımlardan başlamalıdır. Öncəliklə ilkin diaqnostika niyə görə önəmlidir? Çünki insan yaranmış problemin psixoloji səbəbini görməyə başlayır. Ailə münasibətlərində də elədir. Mən sistemli ailə terapevti olaraq da artıq neçə illərdir çalışıram da, misal üçün sıx cütlüklərlə, ailələrlə, valideyn-övlad münasibətlərində yaranmış problemlərlə, onlarla işləyərkən belə ilkin diaqnostikaya çox önəm verirəm. İnsan bilməyəndə problemin səbəbi nə ilə əlaqəlidir? Yanlış yerdə çıxış yolu axtarır. Bəzən olur ki, insanlar öz misal üçün də aralarında problemi həll etmirlər, gəlirlər problemi çözməyə. Bu situasiya, bu vəziyyət dəyişə bilər, amma davranış modeli dəyişməyəcəksə, bu hal bir başqası ilə əvəz olanda eyni vərdişlər, eyni hallar yaranacaq. İnsanlar daxilən özləri, öz emosional durumlarını dəyişməlidirlər ki, reaksiyaları dəyişsin. Hər hansı bir həll olunmamış bir məsələ qaldıqda bunu böyük bir kabusa çevirməsin. O istiqamətdə bariyerlər, maneələr görməsin. Əksinə çıxış yolları axtarsın. Xüsusən də birlikdə, ailə üzvlərində də birlik çox önəmlidir də. İnsanlar eyni düşüncə tərzinə malik olan, eyni dəyərlərə malik olan insanlar bir yerdə hərəkət edəndə daha tez nəticə əldə etmək olur. Eləcə də daxili proseslərdə, şəxsi proseslərdə də insan daxilində keçirdiyi hissləri bir ad verməlidir. Onların yaranma səbəbini öyrənməlidir ki, düzgün bir formada da həll edə bilsin. Ona görə
ilkin diaqnostikadan sonra problemin yaranma səbəbi ilə əlaqəli olaraq biz terapiyanın müddətində, metodunda təyin edəcəyik ki, eyni istiqamətdə hərəkət edə bilər. Bu çox vacibdir. Necə əlaqə saxlaya bilərsiniz? Elə bizim psixoterapiyanın nömrəsi var. Ora yazırsınız. İlkin diaqnostika üçün həftənin adətən 2-ci və 4-cü günləri məndə əyani görüşlərdir. Digər günlərdə onlayn formatda çalışıram. Yenə də deyirəm, kimə hansı format uyğundursa, o formata da üzr istəyirəm. Hələlik cavab verə bilməyəcəm nömrələrə. Və siz yazarsınız. Biz orada qeydiyyat üçün lazım olan nədirsə, mən bütün məlumatları sizə göndərərəm. Yaxşımı? Başqa heç bir sualınız yoxdursa, bilirəm ki, suallar zaten onsuz da bitməyəcək. Çünki bu problem hələ aktualdırsa sizin üçün çox sayda da suallar yaranacaq. Amma əsas məsələ burasındadır ki, istiqaməti biləsiniz ki, nə cür hərəkət edəsiniz. 1 saat. İlkin diaqnostika 1 saat çəkir, biraz daha çox çəkə bilər birinci görüş olduğu təqdirdə. Amma sonradan artıq terapiyanın müddəti çox ağır bir psixoloji durum yoxdursa, həftədə bir dəfə görüş keçirməklə davam edə bilər. Bu da çox vaxt vəziyyətlə əlaqəlidir. Kimdə 3 ay davam edir, kimdə 1 ay, geri dönüşlərdən asılıdır. İnsan faktoru var burada, çox vacibdir ki, keçən dəfə bir xanım yazır ki, bəs olubmu ki, panik atakdan əziyyət çəkən insanlar sizə müraciət edəndə qurtulublar? Deyirəm, təbii ki, olanlar da olur, olmayanlar da olur. Çünki burada məsələ təkcə metodikada deyil. İnsan bu metodikadan nə cür, yəni terapiyaya açıqdırmı, yoxsa yox, təhlil etmə qabiliyyətinə malikdirmi, yoxsa yox. Çünki insan özü görmək istəmirsə problemi, misal üçün seansda gəlir yalan danışırsa, çalışırsa nəyisə özü-özünə bəraət qazandırmaq istəyirsə, uyğunlaşdıra bilmirsə, bu insanların işləmək çətindir. Xüsusən də əgər söhbət təşviş həyəcan fonunda baş vermiş panik durumlardan gedirsə, bu proseslər çox dərindir. Onları araşdırmaq lazımdır ki, insanlar danışarkən, bayaq Kənan müəllim dedi, danışarkən öz gələcəkləri ilə bağlı olan kabuslara son qoya bilsinlər. Bu istiqamətdə insan özü qərar vermə qabiliyyətinə malik olmalıdır. Qərar verə bilmirsə, mən heç nə bacaram, mənə kömək etmək lazımdır. Bu mövqeyidir, bu mövqeyi dəyişmək lazımdır. Niyə görə qərar verə bilmirəm? O qərar verməyə mane olan səbəbləri tapmalıdır, onları işləməlidir. Bəzən ailə münasibət problemlərinə üzləşən insanlar olur ki, gəlir ki, dərhal öz cavabını tapsın da, boşanım, boşanmayım, nə edim, nə etməyimi, onlara birbaşa cavab vermək təbii ki, düzgün deyil. Nə edirik? Bu suala cavab tapa bilmədiyinin əsas səbəbini öyrənirik və ki, insan özü şəxsən öz düşüncəsinə görə hərəkət edə bilsin. İndi bu düşüncələrin gedişatına mane olan o qorxular, o fərqli bilədiyimdə təşvişli fikirlər artıq bizim düşüncə tərzimizdən asılıdır. O xətalar aradan qaldırılandan sonra insan sağlam bir formada reaksiya göstərir, sağlam bir formada düşünməyə başlayır, tamamilə fərq ilə alternativ yolları görməyə başlayır. Elə olduğu təqdirdə emosional fon dəyişir, sabitləşir, əvvəlki kimi hisslər keçirmir. Hətta keçirsə o hissləri belə, o həyəcanı belə artıq impulsivliyi o qədər böyük olmayacaq, narahat olmağa belə deyim, başlamayacaq. Biləcək ki, müvəqqətidir. Yəni bunlar hamısı bir-birinə zəncirvari bağlı olan bir proseslərdir. Belə hərəkətlərdə təkrarlamaq müalicə edirsinizmi? Bəli, obsessiv-kompulsiv pozuntu təbii ki, bu da psixoloji bir durumdur. Onu da araşdırmaq lazımdır ki, səbəbləri hardan qaynaqlanır. Bugünü isə sizi çox yormaq istəməzdim. Bizim belə deyim də birinci görüşümüz idi bu yay müddətində. Amma mən bu qrupda bir sorğu da keçirərəm. Başqa nə suallarınız olarsa, başqa hansı problemlərin, məsəl üçün ailə münasibət problemlərində yaranmış müxtəlif vəziyyətləri araşdırmaq, psixoterapevtik təhlil etmək istəsəniz, o istiqamətdə də qrup görüşləri keçirə bilərik. Fərdi şəkildə isə təbii ki, bu ayrıca qeydiyyatdan keçmək lazım olacaq. Bugünlük bu qədər. Mən təşəkkür edirəm hər birinizə, iştirakınıza görə minnətdaram, dəyər vermisiniz, buradasınız. Bu problemdən çıxış yolu axtarırsınızsa mütləq tapacaqsınız və əsas məsələ odur ki, öz gücünüzə inanasınız. Kənardan deyil, öz daxilinizdən, öz imkanlarınızdan istifadə edərək vəziyyəti dəyişəsiniz. Bu çox vacibdir. Və mümkündür də. Yaxşı məsələ burasındadır ki, mümkündür. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm. Tarana xanım da buradaydı, minnətdaram. Gələn görüşlərə qədər. Sağ olun.